Kodera 11.7-dən test suallarının izahından birinci veriləcək 7-ci sualın izahı. 7-ci sualın izahında əvvəlcə sualın özündən tanış olaq. Biz demişdik ki, tapşırığı başlayanda birinci hardan başlamaq lazımdır? Birinci aşağı hissədən. Aşağı hissədə bizə nə verilir? Deyir, C bərabərdir D 2, 3. Bu nə deməkdir? D funksiyasının qiymətləri 2 və 3-dür. Demək, biz D funksiyasına 2 və 3-ün qiymətini tapmalıyıq. Bunun üçün biz müraciət edəcəyik hara? Bizdə 2 dənə funksiya var. Biri F funksiyasıdır, biri də D funksiyası. D funksiyasının qiymətini istədiyi üçün mən müraciət edəcəm D funksiyasına. D funksiyasının qiymətləri ötürəndə birinci qiymət birinciyə, ikinci qiymət isə ikinciyə ötürüləcək. Demək, x bərabər olacaq 2-yə, y də bərabər olacaq 3-ə. O zaman gələcəm x-i tapanda x olacaq f x. Yəni x-in qiyməti neçə idi? X-in qiyməti 2-dir. Y də bərabər olacaq f y-ə. Yəni y-ın da qiyməti 3-dür. Bunu tapmaq üçün əvvəlcə mən f2 funksiyasını tapmalıyam. F2 funksiyasını tapanda f-in 2 qiyməti, f funksiyasının 2 qiymətini tapanda f funksiyası haradadır? F funksiyası yuxarıdadır. Demək, bu 2 qiymətini ötürəcəm hara? Ötürəcəm f funksiyasına. O zaman f funksiyasının 2 qiymətini tapanda burada x-in qiyməti bərabər olacaq 2-yə. Çünki f funksiyasında x var. Hesablayanda da x bərabərdir, x vurulsun 3. Daha sonra y bərabərdir, x vurulsun 3. Retündə də nə deyir? X üstə gəlinsin y. Bunu işləyəndə x-in qiyməti nəyə bərabərdir? X-in qiyməti x vurulsun 3 deməkdir. Yəni 2 vurulsun 3 bərabərdir 6-ya. Y-də nəyə bərabərdir? X vurulsun 3. X-in qiyməti artıq yeni qiymət aldı 6-dır. Artıq bunun qiyməti 2 deyil. O zaman gətirib bu 6-nı yazacaqsınız burada. 6 vurulsun 3 bərabərdir 18-ə. Retün də eləyəndə x və y-ın qiymətini. X-in qiyməti 6, y-ın da qiyməti 18-dir. Bunları da toplayanda bizə verəcək 24. Retün nə edəcək? Retün bu aldığı qiyməti qaytaracaq funksiyaya. Artıq f2 funksiyasının qiyməti 24. Demək, x-in qiymətini tapdıq ki, 24-dür. Daha sonra gələcəm f3 funksiyasını hesablayacağam. F funksiyasının 3 qiymətini tapanda yenə x-in qiyməti olacaq 3. Yenə bax, təzədən qaydıram, bu hissəni yenidən təkrarən işləyirəm. X da bərabərdir, x vurulsun 3, yəni 3 vurulsun 3 bərabərdir 9-a. Y da bərabərdir, x vurulsun 3, x-in artıq qiyməti 9-dur. 9 vurulsun 3 bərabərdir 27-yə. Retündə də bizdən nə istəyir? X və y-ın cəmini. Bu zamanda 9-un da üstünə 27 gələndə bərabər olacaq 36-ya. Retün də bu aldığı 36 qiymətini qaytaracaq f funksiyasına. O zaman f3 də bərabər olacaq 36-ya. F3-ün də qiyməti 36 oldu. Sonra gəlirəm, retün işləyirik. Retündədir ki, x üstə gəl y. 24 üstə gəl 36 bərabərdir 60. 60 retün bu 60 qiymətini qaytaracaq hara? Mən nəyə tapmışam? D funksiyasının qiymətinə. 60 qiymətini qaytaracaq bura. Demək, funksiyanın qiyməti olacaq neçə? 60. C-nin qiyməti 60 olacaq. Məndə printdə də C-nin qiymətini istədiyi üçün çapa da çıxacaq 60. Yəni cavab olacaq Y variantı. Növbəti sualda on üçüncü sual verilib. On üçüncü sualda k bərabərdir f6-ya. Demək, f funksiyasının 6 qiyməti tapılacaq. Bu zaman f-in qiyməti olacaq 6. X da bərabərdir nəyə? X bərabərdir 6-ya. Demək, burada x-ların yerinə 6 qoyacaqsınız. Def-in içərisində nə istəyir bizdən? Bax, bu hissə adicə biz əvvəl necə hesablayırdınız, o formada hesablayacaqsınız. X-i yerinə 6 qoyanda 6-nı 2-yə bölündə qalıq 0 eləsin. Hansısa bir ədədi 2-yə böləndə qalığın 0 eləməsi həmin ədədin cüt olması deməkdir. Deyir, 6-nı 2-yə bölündə qalıq 0 eləyir, yəni 6 cüt ədəddir. Deyirik, hə. Hə olanda retün qaytaracaq hansı qiymətdir? Retün qaytaracaq 2 qiymətini. Daha sonra növbəti if-ə düşəcək. Çünki if-lər burada alt-alt olduğu üçün if-lərin hamısına baxacaqsınız. Yenə 6-nı qoyacam bura. 6 bölünsün 3 bərabərdir 0-a. Yəni bu nə deməkdir? 6-nı 3-ə böləndə 0 eləyir. Yəni 6 3-ə bölünən ədəddir. Deyirik, hə. Hə olanda retün olacaq nə? 4. Bu
else, bax bu if-indir. Artıq bu if ödəndiyi üçün bu else-yə baxmayacaqsınız. Yaxşı, indi burada nə var? Burada 2 dənə return oldu. Return 2 oldu, bir də return 4 oldu. Siz hansı qiyməti götürəcəksiniz? Birinci returnda hansı oldu? Funksiya birinci qiyməti qaytardı, hansı qiyməti qaytarmışdı? Birinci qaytarmışdı 2 qiymətinə. Ona görə F6 funksiyasının qiyməti bərabər olacaq nəyə? 2-yə, yəni D variantına. Növbəti sual 12-ci sualdır. 12-ci sualın izahında yenə eyni qayda ilə k bərabərdir 5, n bərabərdir 12. O zaman his funksiyasının qiymətləri necə olacaq? K öz qiymətini ötürəcək k-yə, yəni 5. 12 də m dəyişənin qiymətidir, o da m ötürüləcək 12. Bu zaman funksiyanın qiymətləri olacaq 5 və 12. Eyni ilə hansı funksiyadır? Hes funksiyası. Hes funksiyası öz qiymətlərini ötürəcək hes funksiyasına. O zaman bərabər olacaq hes funksiyasında 5 və 12 qiyməti. Yəni, bu 5 A-nın qiymətidir, 12 də B-nin qiymətidir. A bərabərdir 5, B bərabərdir 12. Birinci S-i işləyəcəksiniz. S-i işləyəndə S bərabərdir A üstə gəlinsin B. 12 üstə gəl 5 bərabərdir 17-yə. İfdə də qiymətləri yerinə qoysaq nə olacaq? Deyir, A-nın qiyməti B-nin qiymətindən böyükdürmü? Yəni 5 12-dən böyükdür. Deyirik, yox. Yox olduğu üçün artıq biz nə edirik? Else-yə keçəcək. Else-də də nə istəyir bizdən? S çıxılsın B. S-in qiyməti 17-dir. 17-dən də B-nin qiymətini, yəni 12-ni çıxanda cavab olacaq 5. Buradakı S isə, bax, else ilə bir sıradadır. Bu zaman S işləyəcək. S həmişə işləyəcək. İstir if işləsin, istir else işləsin. Bu S həmişə işləyəcək. S-in son qiyməti 5-dir. 5-in də üstünə 10 gələndə olacaq 15. Return S istəyir. S-in qiyməti artıq neçədir? S-in qiyməti 15 olduğu üçün return S-in qiymətini, yəni bu 15 qiymətini qaytaracaq hara? Qaytaracaq funksiyaya. O zaman hes funksiyasının qiyməti olacaq neçə? 15. Hes funksiyasını harada istəyirdi bizdə? Hes funksiyasını burada aşağıda istəyirdi qiymətini. Demək, bunun qiyməti elədi 15. Print L. L da nə idi? L də qiymətini tapdıq ki, 15-dir. O zaman çapa çıxacaq neçə? 15. Aydındır? 12, 19. Nəysə başa düşməyəndə soruşun. On 9-cu sualda Python dilində yazılmış alt proqramın nəticəsini müəyyən edin. Yenə işə başlamamışdan əvvəl baxırıq aşağı hissəyə. Bizdə A siyahısı verilib. A siyahısının qiymətləri 25, 36 və 17-dir. T-də nə istəyir bizdə? T-dən istəyir ki, P funksiyasının A0 qiymətini tap, P funksiyasının A1 qiymətini tap, yəni A siyahısının birinci indeksinin qiymətinə görə və P funksiyasının A siyahısının ikinci indeksi elementinin qiymətinə görə hesabla. Bu zaman biz buradan nə alacağıq? Birinci A siyahısı indeksləsək 0, 1 və 2. Nə olacaq burada? Demək, P funksiyasının A siyahısının 0-cı indeksli elementi 25-dir. Yəni, P funksiyasına 25-in qiymətini tapacağıq. Daha sonra P funksiyasında A-nın birinci indeksli elementinin qiyməti 36-dır. Üstə gəlinsin, A siyahısının ikinci indeksli elementi də 17-dir. Bu da olacaq P-nin 17 qiymətini. Demək, biz nə edəcəyik? Hər üçündə də P funksiyasına müraciət elədiyi üçün biz ancaq P funksiyasına baxacaqsınız. Demək, birinci hesablayırıq P funksiyasının 25 qiymətini. P funksiyasının 25 qiymətini hesablayanda S-in qiyməti bərabər olacaq boş sətrə. S bərabərdir boş sətr, gəlib düşəcək Y ilə. Bax, hesab işləyəcəksiniz siz bu hissəni. Y ilə düşəndə buradan bizə nə istəyir? 7'lik say sistemini çevirir. Bəli, onluq say sisteminə 7'lik say sisteminə keçid istəyir. Daha sonra aldığınız ədədləri toplayacaqsınız burada. Demək, while-da x-in qiyməti nədir? X-in qiyməti 15-dir. 15 o da daha doğrusu 25-dir. Çünki burada px-dir da, yəni bu 25 x-in qiymətidir.
Birinci düşürük şərtə, while-in şərtinə 25 sıfırdan böyükdürmü? Deyirik hə. Hə olanda S bərabər olacaq nəyə? S bərabərdir S deyir 25 bölünsün 7 üstə gəlinsin boş sətir. 25-i 7-yə böləndə, faizlə böləndə qalığı istəyir, yəni mod. 25 mod 7 nə deməkdir? 25-i 7-yə böləndə qalıq eləyəcək 4. S deyir də bunu nə eləyəcək? S deyir də bunu çevirəcək sətir tipinə. Yəni ki, sətir tipində 4, üstə gəlsin boş sətir. Bu belə bizə verəcək birbaşa sətir tipində 4-dür. Daha sonra x-i tapacaqsınız. X də bərabər olacaq 25 bölünsün 7. 25-i də 7-yə böləndə tamımız eləyəcək 3. Artıq S sətri 4 qiymətini aldı. X da bərabərdir 3-ə. Şərtdə yoxlayacağım ki, 3 sıfırdan böyükdürmü? Hə. Hə olanda S bərabər olacaq. Sətir tipində yox. Sətir tipində 4 yox. Birinci qalığı tapacağıq. Demək S deyir 3 qalıq 7. Yəni 3 mod 7 üstə gəlsin 4. Niyə 4? Çünki S-in qiyməti artıq 4-dür. Demək 3-ü 7-yə böləndə biz demişdik ki, kiçik ədədi böyük ədədə böləndə həmişə qalıq kiçik ədədin özü eləyəcək. Demək 3-ü 7-yə böləndə qalığımız eləyəcək 3 və bir də bunu S deyir eləyəndə artıq bu da olacaq nə? Sətir tipində. Demək bu da bizə nə verəcək? Sətir tipində 3 üstə gəlsin sətir tipində 4. Bu da olacaq 34. X da bərabər olacaq 3 bölünsün 7-yə. 3-ü də 7-yə böləndə olacaq 0. Növbəti dövrdə artıq biz bunu işləyəndə artıq S-in qiyməti sətir tipində 34-dür. X-in qiyməti də 0-dır. Deyirəm 0 sıfırdan böyükdürmü? Yox. Yox olanda artıq nə edəcək? S öz qiymətini return eləyəcək. Nəyin qiymətini? Return eləyəcək S-in qiymətini. S-in də qiyməti neçədir? S-in də qiyməti sətir tipində 34-dür. Bu zaman P funksiyasının 25 qiyməti bizə verəcək sətir tipində 34. Artıq bu hissəni tapdıq nə? Tapdıq sətir tipində 34. Üstə gəlinsin. Növbəti hissədə isə nə hesablayacaq? Hesablayacaq P funksiyasının 36 qiymətini. Eyni qayda ilə, yəni x-in qiyməti eləyəcək 36. S də bərabərdir boş sətrə. Yenə hesablayıram ki, 36 sıfırdan böyükdürmü? Hə. Hə olanda S bərabərdir nə olacaq? S bərabərdir S deyir 36 bölünsün 7-yə. Üstə gəlinsin boş sətr. O da bərabərdir. 36-nı 7-yə bölündə qalıq eləyəcək 1. S deyir 1-ə. Sətir tipində 1, üstə gəlinsin boş sətir. Bunlar da sətirlə sətiri toplayanda bunlar birləşəcək, olacaq 1. Növbəti addımda artıq x-in qiyməti, birinci x-i hesablamadıq. 36-nı böləcəm 7-yə. 36-nı da 7-yə böləndə tam da eləyəcək 5. Artıq x-in qiyməti 5-dir. S-in qiyməti də 1-dir. Yenidən şərtdə yoxlayacağım ki, x sıfırdan böyükdürmü? Yəni 5 sıfırdan böyükdür. Hə. Hə olanda S bərabər olacaq nəyə? S bərabər olacaq sətir tipində 5 bölünsün, 5-in 7-yə bölünməsindən alınan qalıq. 5-i 7-yə böləndə eləyəcək 5. S deyir də bunu salacaq nəyə? Sətir tipinə. Üstə gəlinsin, nə? Üstə gəlinsin, artıq biz S-i bir dövr əvvəl nə almışdıq? Bir dövr əvvəl almışdıq sətir tipində 1-i. Bu da bizə verəcək sətir tipində 5, üstə gəlinsin sətir tipində 1. Bunlar da birləşəcək, olacaq sətir tipində 51. Növbəti addımda artıq S-in qiyməti olacaq sətir tipində 51. X-in qiymətini hesablamadıq. X də olacaq 5 bölünsün 7. 5-i 7-yə böləndə tam eləyəcək 0. X da bərabərdir 0-a. Şərtdə yoxlayacağım ki, 0 sıfırdan böyükdür. Deyirik yox. Yox olanda return edəcəyik. Return də S istəyir. S-in də qiyməti neçədir? S-in də qiyməti 51-dir. Demək 51 qiyməti P funksiyasının 36 qiymətinin cavabı olacaq. 51. Demək bunun da cavabı oldu nə? Sətir tipində 51. Artıq növbəti dəfə işləyəcəksiniz nəyi? Növbəti dəfə isə hesablayacağım P funksiyasının 17 qiymətini. P funksiyasının 17 qiymətini hesablayanda x-in qiyməti olacaq 17, x-in qiyməti də x-in qiyməti yox, daha doğrusu s-in qiyməti boş sətirdir. S bərabərdir boş sətir. Yəni şərti yoxlayacağım ki, 17 sıfırdan böyükdürmü? Hə. Hə olanda S bərabər olacaq nəyə?
S bərabər olacaq STR 17 bölünsün 7 üstə gəlsin boş sətir. Demək 17-ni 7-yə böləndə qalıq eləyəcək 3. Bunu da STR edəndə bu da olacaq sətir tipində 3. O zaman sətir tipində 3 üstə gəlsin boş sətir bərabərdir sətir tipində 3-ə. Daha sonra da x-i hesablayacaqsınız. X-i də hesablayanda 17-ni 7-yə böləndə 17-nin içində 7 neçə dəfədir? 2 dəfə. Növbəti dövrdə artıq x-in qiyməti elədi 2, s də artıq yeni qiymət aldı, sətir tipində 3 oldu. Yenidən şərtdə yoxlayacağım ki, 2 sıfırdan böyükdürmü? Deyirik hə. Hə olanda s bərabər olacaq niyə? S bərabərdir STR 2/7. 2-ni 7-yə bölməsinə alınan qalıq və üstə gəlsin s-in əvvəlki qiyməti. S-in əvvəlki qiyməti sətir tipində 3-dür. 2-ni 7-yə böləndə qalıq eləyəcək 2. STR dedəndə bu artıq olacaq STR 2. Bu da bizə verəcək sətir tipində 2, üstə gəlsin sətir tipində 3. Sətir tipində 2 ilə sətir tipində 3-ü toplayanda bunlar birləşəcəklər. Olacaq sətir tipində 23. Daha sonra x-i hesablayanda 2-ni 7-yə böləndə tam eləyəcək 0. Növbəti dövrə keçəndə x-in qiyməti artıq 0-dır, s-in də qiyməti sətir tipində 23-dür. Şərtdə yoxlayacağım ki, 0 böyükdür, deyirik yox. Burada da return elədi artıq s-in qiymətini. S də olacaq neçə? S də olacaq 23. Artıq s öz 23 qiymətini qaytaracaq funksiyaya. O zaman P17 funksiyasının qiyməti olacaq nə? Sətir tipində 23. İndi bunları fikir verin uşaqlar. Bunlar hamısı nədir? Sətir tipindədir. Demək, sətir tipində 34, üstə gəlsin, sətir tipində 51, üstə gəl, sətir tipində 23. Biz bilirik ki, sətirləri toplayanda verilən dəyərlər bir-birinə birləşik formada, ardıcıl formada yazılacaq. Demək, cavab olacaq 34, 51, 23. Yəni C variantı. Mənə bir dənə sual veriblərəm. Bu yuxarı verimdə əzəmət olmaz. O funksiyanın birinci hissəsini onda işləmədik. Çünki müraciət olmadı orada. Gördün, burada heç yerdə f funksiyasının adı çəkilmədi. Yəni f-x işləmədik də, p-x işlədik ancaq. Həm t-də də p-ləri istədi. Həmçində def-də p funksiyası öz daxilində də f funksiyasına müraciət yoxdur. Başa düşdüm. Yaxşı, bəs deyə bilərsən, bəs bunun təyinatı nədir? Bax, f funksiyasının təyinatı nə idi? O da mənim yəqin ki, onluq sayəsini 8 deyə şey eləyir. Həmişə orada verin. Bax, burada nə edir? Qalıqla da 8-ə bölür, tamla da 8-ə bölür. Bu nə deməkdir? Bu onluq say sistemindən 8-lik say sisteminə keçid deməkdir. 8-liyə keçiddir. Burada isə faizlə 7, tamla da 7 böldüyü üçün burada da nə edirik? Onluq say sistemindən 7-lik say sistemi. Bunu elə bu təyinatını tutanda bunu birbaşa da gedə bilərdiniz. Bax, 25 deyilmi? 25-i bölərdim 7-yə. 25-i Mən birbaşa getmişdim. bəli, Hamısını 7-liyə çevirdim, yəni düzdür. Ay, misal, ən rahat yol odur. Amma ki, onu gəl tam başa düşənsən də. Bilən uşaq məsələn birbaşa gedir. 25-i bölür 7-yə 3, qalıq da eləyəcək 4. Bunu da əksinə düzəndə eləyədi neçə? 34. Bax, eyni qayda ilə. Və yaxud da 36-nı böləcəm 7-yə. 36-nı 7-yə böləndə 5, qalıq da eləyəcək 1. Bunu da əksinə düzəndə olacaq 51. Bax, görürsünüz, eyni qiymətlər alınır. Bax, 34, 51. Həmçinin də o bir qiymət neçə idi? 17. 17-ni də 7-yə böləndə, 17-nin içində 7 2 dəfə, qalıq da eləyəcək 3. Bunu da əksinə düzəndə olacaq neçə? 23. Eynidir. Təyinatını tam tutandan sonra misalı da bir-bir hesablamağa ehtiyac yoxdur. Əgər təyinatından tam arxayınsansa. Hı -hı. 24. 24 maraqlı sualdır. 24-də kim verib mənə? Aha. 24
tipində sualı əslində biz işləmişdik, uşaqlar sizinlə keçən dərs işləmişdik. Sadəcə bunu həmin eyni sualın def versiyasını veribdi. Bəlkə o sizə çətinlik yaratdı ki, defdə bu necə işləyəcək. Bax, bizdə nə istəyir? Deyir, proqram icra edilən zaman n dəyişəni üçün natural ədəd daxil edilmişdir. Proqram əvvəlcə 8, daha sonra isə 14 qiymətini çap etmişdi. Demək, çap etmək nə demək? Çap etmək printdir. Demək, birinci 8 qiyməti çap olunmuşdu, sonra da 14 qiyməti. Yəni, birinci 8, daha sonra da 14. Bu nə deməkdir? Demək, çapda A-nın qiyməti 8 olub, Y-ın da qiyməti 14 olub. Buna əsasən n dəyişəninə daxil ediləcək ən kiçik və daxil edilə biləcək ən kiçik və ən böyük dəyərlərin qiymətlərin cəmini istəyir. Lap yaxşı, gəl tapaq. Demək, birinci biz hara baxırıq? Bax, misalın birinci hissəsi, baxın, bu hissədir. Bax, bu birinci hissə. Birinci bura baxırsınız. Sonra funksiyaya müraciət edəndə artıq bu hissəyə baxacaqsınız. A-nın qiyməti 8-dir. Y-ın qiyməti 14-dür. A-nın başlanğıc qiyməti nədir? 0-dır. Hər dəfə dövrə düşəndə, valin gövdəsinə düşəndə A-nın inib hər dəfə 2 vahid artırıb. Demək, bu 0-dan başlayıb. 0-ın üzərinə neçə dəfə 2 gəlib ki, 8 elib. 0-ın üzərinə bir dəfə 2 gəlib, birinci dövrdə, elib 2. İkinci dövrdə 2 gəlib, elib 4. Bir də üçüncü dövrdə yenə 2 gəlib, 6. Dördüncü dövrdə bir dənə də 2 gəlib, oldu neçə? 8. Demək, burada neçə dəfə 8 gəldi? 4 dəfə. Bu nə deməkdir? Demək, dövrün gövdəsi 4 dəfə təkrarlanıb. Bax, əsas misalın əsas hissəsi budur. Dövrün sayını düz tapmaq. Dövrün sayını düz tapdısa, qalan işlər artıq rahatdır. Demək, 4 dəfə təkrar olunub. 4 dəfə təkrar olunanda Y hardır? Y işlənib if-in daxilində. Yəni, Y-ın işlənməsi şərtdən asılıdır. Əgər Y if şərtində hə cavabını alacaqsa, o zaman Y işləyəcək. If şərtində də nə istəyir bizdən? Deyir ki, f-in funksiyasının qiymətini 2-yə böləndə qalıq 0 eləsin. 2-yə böləndə qalığın 0 eləməsi bu onun nə deməkdir? Cüt deməkdir. Yəni, funksiyasının qiyməti əgər cütdürsə, Y-ın üstünə gəl, həmin f-in funksiyasının aldığın qiyməti. Demək, burada nə edib? Cüt qiymətləri toplayıb, cütləri toplayıb. Alıb neçə? Alıb 14. Düzdürmü? Daha sonra da nə edib bizdə? N-i 7-yə böləndə, N-i 7-yə bölüb tam ədəd alıb. Yaxşı, f-in nə isə işləyib? Bax, çünki burada misalın bu if şərtin canı f-in funksiyasıdır yaxı. F-ində də baxıram ki, f öz dəyərini ötürüb fx funksiyasına, hər dəfə fx funksiyasına return eləyib nəyi? X-in 8-ə bölməsindən alınan qalığı. Demək, bu nə deməkdir? X-in 8-ə bölməsindən alınan qalığı istəyirsə, artıq bu 8-lik say sistemidir. Biz bundan əvvəlki dərslərdə bu 8-ə bölməni eləyib ki, bunu birbaşa belə də yaza bilərdik. Əvvəlki dərsləri biz belə yazırdıq. Yazılmışdı ki, məsələn, X-ı 8-ə böləndə aldığın qalığı 2-yə böləndə cavab 0 eləsin. Bax, bu deməkdir. Bununla, bax, bu şərt eyni deməkdir. F-in funksiyasını 2-yə böləndə bərabərdir 0. Çünki F-in funksiyası öz daxilində onluq say sistemindən 8-lik say sistemini həyata keçirdir. Yəni, ədədi 8-ə bölməsində alınan qalığı istəyir. Lap yaxşı. İndi mənə deyir ki, if şərtində nə olmalıdır? If şərti cütdür. Demək, f-in funksiyası 8-lik say sisteminin rəqəmləridir. Çünki 8-ə bölmədən alınan qalığı tapır. 8-lik say sisteminin rəqəmləri hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7. Buradan biz hansı ədədləri götürməliyik? Cütləri. Bizim cütlərimiz hansılardır? 0-ı götürəcəm, 2-ni götürə bilərəm, 4-ü götürə bilərəm və 6-nı götürə bilərəm. Bu ədədlərin cəmindən mən almışam neçəni? 14-dür. Yaxşı, mən 4 almışamsa, demək mənim cavabım, dövrün sayı 4-dürsə, demək mənim cavabım 4 rəqəmlidir. 1, 2, 3, 4. 4 rəqəmlidirsə, mən nə edəcəm? Mən bir dəfə həmin bu cavabdan ala biləcəyim ən kiçik qiyməti götürəcəm. Bir dəfə də bu rəqəmlərdən düzəldə biləcəyim ən böyük qiyməti düzəldəcəm və cəmdə 14 almalıyam. Bax, bunlardan var, bax, hansı qiymətlərdən? 0-dan, 2-dən, 4-dən və 6-dan hansı rəqəmləri toplasam 14 olar. Ən kiçik qiymət istədiyinə görə həmişə birinci rəqəmi atın 1. Çox haldır. Təsadüfən ola bilər ki, indi şərtə uyğun 1 ata bilmərik. Amma buradakı şərtdə 1-ə atmaq bizə mümkündür. İndi yaxşı deyəcəksiniz ki, müəllimə, biz bunu 1-ə atanda, axı bəs biz cüt ədədləri toplamışıq ki, sənə şərt qoymayıb ki, bütün rəqəmləri topla. O if şərti olmasaydı, o zaman mən daxil edilmiş rəqəmin bütün rəqəmlərini toplayardım. Mən burada bütün rəqəmləri toplamıram, axı mən ancaq da verilmiş rəqəmin daxilində olan cüt ədədləri toplayacağam.
Bax, biri qoydum bura, yerdə qaldı 3 dənə ədəd. Bu, mən 14-ü necə ala bilərəm? 14-ü alaram, bax belə. 6, üstə gəl 6, elədi 12. 12-nin də üstünə gələrəm 2-ni, eləyər neçə? Eləyəcək 14. Bax, bu cəmdən alıram. Ən kiçik istədiyi üçün 2-ni gəlib ataram qabağa, 6, 6. Demək, alaram buradan nəyi? Buradan alacam 1266 8-lik say sistemində. Maksimumda da nə alacam? Maksimumda da burada yenə 2, 6, 6 qiyməti var ha. Yaxşı, indi bura birinci hissəyə 6-nı atmaram. Bura ata bilərəm 8-lik say sisteminin ən böyük rəqəmi. 8-lik say sisteminin ən böyük rəqəmi 7-dir. Olsa 7 bu if şərtini ödəmir də. 7 cüt deyil axı, gəlib orada toplamada istifadə eləsin. 7-ni atdım, yerdə qaldı nə? 6, 6, 2. 6, 6-nın 2-də həmişə maksimumda böyükdən kiçiyə düzün, rəqəmləri düzəndə. Azalma ardıcıllığı ilə. Kiçik qiymət deyəndə artma ardıcıllığı ilə düzün. Maksimum qiymətini istəyəndə, ən böyük qiymətini istəyəndə isə həmişə azalma ardıcıllığı ilə düzün. 7, 6, 6, daha sonra da 2. Bu da mənə verəcək 7662 8-lik say sistemində. Məndə isə cavabı istəyir, həmişə yadda saxlayın. Sizin buradakı variantdakı cavablarınız həmişə onluq say sistemində eləyir. Burada aldığınız qiymətlə tamamlanmır. Demək, mən nə edəcəm? Bu 8-lik say sistemi rəqəmlərini toplayaram və toplayıb aldığım cavabı keçirdirəm onluğa. Və yaxud da ki, bunları ayrı-ayrılıqda onluğa keçib sonra toplaya da bilərək. Amma mənim üçün ən rahat qayda elə bunları birinci toplayaram 8-lik say sistemində, sonra birbaşa keçirdirəm onluq say sisteminə. Demək, 1266-nı alt-alta toplayaram. Üstünə gələrəm 7662-ni 8-lik say sistemində. Necə toplayacam? 6-nın üstünə 2 gələndə eləyəcək 8. 8-ci say sistemində 8-i yaza bilmədiyim üçün nə edəcəm? 8-dən 8 çıxacam. Demək, 6-nın üstünə 2 gələndə 8 eləyir. 8-lik say sistemində 8 olmadığı üçün 8-dən 8 çıxaram, eləyər 0. Gəlirəm 0-ı yazaram və bir dəfə çıxma əməliyyatı yerinə yetirdiyim üçün 1 yazacam. Sonra 6-nın üstünə gəlirəm 6-nı. 6 üstə gəl 6, eləyər 12 və onun da üstünə bu 1 yaddan da gəlirəm. Artıq bu 1 yaddanı gəldim. Bu da verəcək 13. 8-lik say sistemində ən böyük rəqəm 7-dir. 7-dən yuxarı əgər hansı bir ədədi aldısa, həmin ədəddən çıxırsa 8-i, eləyəcək 5. Yazaram bura 5 və çıxma əməliyyatına görə yenidən 1 yadda. Daha sonra 6-nın üstünə gəlirəm 2-ni, 6-nın üstünə 2 gələndə 8, 8-in də üstünə 1 gələcəm, olacaq 9. 9-dan da çıxaram 8-i, 9-dan 8 çıxanda eləyəcək 1, 1-i yazacam bura, yenə 1 yadda. Daha sonra 1 üstünə gələrəm 7-ni, 1 üstə gəl 7, edəcək 8, 8-in üstünə də 1 gələndə 9, yenə 9 8-dən böyük olduğu üçün 9-dan çıxacam 8-i, eləyəcək 1, 1-i yazacam və çıxma əməliyyatına görə yenə 1 yadda. Demək, bu cəmdən aldığım hansı ədədir? 11150-ni. İndi gələrəm 11150-ni, 11150-ni. Bunu keçirdərəm 8-lik say sistemini. 8-lik say sistemini keçirdim, necə yazaram? Sağdan sola. Birinci ədədin üzərinə 1, sonra 8, 64. 64-ü 8-ə vuranda eləyəcək 512. 512. 512-ni də 8-ə vuranda eləyəcək 4096. Və bunları da toplayanda eləyəcək 4096 vurulsun 1, üstə gəlinsin 512 vurulsun 1, üstə gəl 5 vur 8, üstə gəl 0 vurulsun 1. 0 vurulsun 1 olsa bizə 0 verir. 4096-nı 1-ə vuranda demək 4096, üstə gəl 512, üstə gəl 40. 512 ilə 40-ı toplayanda eləyəcək 552. 552-ni də 4096-nın üzərinə gələcək 8, 4, 6, 4. Demək, cavab eləyəcək neçə? 4648. Burada haradasa 4096, 512, 64. 64-ü gəlməmişəm ki üstünə. Burada, bax burada 64-ü yazmamışam. 64 vurulsun 1 də var. Demək, bu aldığım ədəd üstünə bir dənə də 64-də gələrəm. Demək, bu zaman alacam nəyi? Elə bir ki, 4648-in üstünə 64 gələndə eləyəcək 2 yazacam 1 yadda, 1 yadda, 7, 4. 4700
32. 32 niyə? 4712. 12 onluqda. Y variantı. Başa düşdünüz? Bəli. Bu neçənci sual idi? 24. Daha sonra 25. Yirmi beş mi? 26'ını götürdüm. 26 var kimde son yok. Bir dakika sonra saf götürdük. Demək 25-ci sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Aha, Python dilində yazılmış. Baxın, printə baxın. Printdə nə var? Fun 25.9, bir də fun funksiyasının 12.5 qiymətini tapmalısınız. Demək siz burada 2 dəfə funksiyaya müraciət edəcəksiniz. Birinci tapacağam nəyi? Birinci hesablayacağam fun funksiyasının demək fun funksiyasının 25 və 9 qiymətini. 25.9. Bax, 25 və 9 qiymətini ötürəndə, baxın, fun funksiyasına var, birinci x var, sonra da n var. Demək, bu x-in qiyməti, bu da n-in qiymətidir. Demək, x-in qiyməti 25-dir, n-in də qiyməti 9-dur. Gəlirəm, hara? S-ə. Artıq, bu dəfə, hər dəfə qiymətdə hesablayacağım, haranı hesablayacağım bu hissəni. S boş sətirdir. S boş sətirdirsə, while-da bir dənə deyir. While-da deyəcək ki, 25 sıfırdan böyükdür. Deyirəm, hə. Hə olanda S bərabər olacaq nəyə? S bərabərdir. Hə, təyinatını kim başa düşdü? S bərabərdir. S deyir. Kim deyir bunun təyinatını? S deyir 25 faiz 9. Üstə gəlinsin S sətri. 25-i 9-a böləndə qalıqımız eləyəcək. 9-un say sistemini gətirir. Aha, inşallah 9-luq say sistemi. 10-luq say sistemi. Hansı rəqəmi? 25 ilə 9-u. Yox. 25-i. 9 onun say sistemini göstərir. 25 ədəd deyil, 9 onun say sistemini. Sonra nə bilim 15-i, 12-ni də 5-i say sisteminə gətirəcək. Ay sağ ol, eyni qayda ilə. Bəs funksiyanın məqsədi nədir? Funksiyanı bir hesablamanı, bir while, mən normalda while 2 dəfə yazmalıydım da, düzdür, əgər defdən istifadə eləməsəydim. Bir dəfə 9-a görə yazmalıydım, bir dəfə 5-ə. Ona görə defdə nə edirsiniz? Alt proqramda bir dəfə proqram yazırsınız və hər dəfə həmin proqrama müraciət edirsiniz. Daha onu hər dəfə yazmamaq üçün hər dəfə ona müraciət edirik ki, birbaşa rahat tapaq. Demək 25-i 9-a böləndə qalıq eləyəcək 7, S-də bunu salacaq dırnağa, yəni sətir tipinə. Bu zamanda S-in qiyməti olacaq nə? Sətir tipində 7, üstə gəlsin, boş sətir. Bunlar da mənə verəcək sətir tipində 7-ni. X-in də qiyməti bərabər olacaq 25 bölünsün 9-a. 25-i 9-a böləndə tam eləyəcək 2. Növbəti dəfə X-in qiyməti artıq 2 olacaq. N olsa qiymətini dəyişmir, N həmişə 9-dur. Amma S-in qiyməti artıq sətir tipində 7-dir. Gəlirəm yenə şərtə, deyirəm X sıfırdan böyükdürmü? Hə. Hə olanda S bərabər olacaq. S deyir 2 bölünsün 9, üstə gəlsin sətir tipində 7. 2-ni 9-a böləndə qalıq eləyəcək. Bunu da STR eləyəndə artıq bu da olacaq, nə? Sətir tipində 2. Və bu da mənə verəcək sətir tipində 2, üstə gəlsin sətir tipində 7. Bunlar da birləşəcək, olacaq sətir tipində 27. X da bərabər olacaq, demək 2 bölünsün, N-in qiyməti 9-a. 2-ni də 9-a böləndə eləyəcək 0.
Növbəti dəfə dövr eləyəndə artıq x-in qiyməti 0-dır, s-in də qiyməti sətr tipində 27-dir. Və şərtdə yenə yoxlayıram ki, 0 0-dan böyükdürmü? Yox. Yox olanda gedirəm hara? Yox olanda gedirsiniz return-a. Return də nə edəcək? Return də s qiymətini istəyir. S qiymətində 27-dir. Demək return bu s-in 27 qiymətini qaytaracaq hara? Qaytaracaq fun funksiyasına. Demək fun funksiyasının 25-9 koordinatlarına görə qiymət olacaq neçə? 27. Demək bu hissəni tapdıq. Bu hissəni tapdıq ki, cavab ilə də neçə? 27 sətr tipindədir. Bir də hesablayacağam. İndi nəyi? İndi isə hesablayacağam fun funksiyasının 12 və 5 qiymətini. Funksiyasının 12 və 5 qiymətini hesablayanda artıq x-in qiyməti olacaq 12. Çünki burada baxın, birinci x-dir, sonra da n-dir. N-in də qiyməti 5-dir. S-in də bu artıq boş sətr. Hər dəfə def-ə müraciət edir. Yəni def əvvəlki öz dəyərlərini itirir də, öz qiymətlərini yaddan çıxardır. Yenidən müraciət eləyəndə ya öz daxilində yox. Yenə yoxlayırıq şərtdə ki, 12 0-dan böyükdürmü? Hə. Hə olanda s bərabərdir STR 12 bölünsün 5-ə. 12-ni 5-ə böləndə qalıq eləyəcək 2. Üstə gəlinsin boş sətr. O da bərabərdir nəyə? O da bərabərdir sətr tipində 2, üstə gəlsin boş sətr. Sətr tipində 2-nin üstünə boş sətr gələndə bu da verəcək sətr tipində 2. X da bərabər olacaq 12-ni 5-ə böləndə tam eləyəcək 2. Artıq x-in qiyməti 2-dir. S-in də qiyməti sətr tipində 2-dir. Sətr tipində 2-dir. Şərtdə yenə yoxlayacağam ki, 2 0-dan böyükdürmü? Hə. Hə olanda s də bərabərdir. STR 2 faiz 5 və üstə gəlsin sətr tipində 2. 2-ni 5-ə böləndə qalıq eləyəcək 2. STR 2 də mənə verəcək sətr tipində 2-ni. Bunun da üstünə gəlirik 2-ni. Olacaq nə? 22. X da bərabər olacaq 2 bölünsün 5-ə. O da bərabərdir 0-a. Növbəti addımda x-in qiyməti olacaq 0, s-in də qiyməti olacaq sətr tipində 22. Yenə şərti yoxlayacağım ki, 0 0-dan böyükdürmü? Yox. Yox olanda artıq return eləyəcək 22 qiymətini hara? 22 qiymətini qaytaracaq funksiyaya. S-in qiyməti olacaq artıq neçə? Sətr tipində 22. Demək, bu mənə nə verəcək? Bu mənə verəcək 25 və 9 fun funksiyasının birinci qiyməti mənə verir sətr tipində 27 və üstə gəlsin fun funksiyasının 12 və 5 qiyməti isə bizə verir sətr tipində 22. Sətr tipində 27-nin üzərinə sətr 22-ni gələndə bunlar birləşəcəklər, olacaqlar 27, 22. Yəni A variantı. Aydındır? Bəli. Əla. 27. %27'dir. Mənə 27 istəmişdi. 27 maraqlı sualdır. Python dilində yazılmış alt proqramın nəticəsini müəyyən edin. Demək, A-nın qiyməti 8, B-nin qiyməti nədir? A çıxılsın 4-dür. Yəni, 8 çıxılsın 4. 8 çıxılsın 4 bərabərdir neçəyə? Bərabərdir 4-ə. C də bərabərdir. Yəni, bu şəkli daha yaxşı kəsim götürün böyük formada. Çünki biraz balacadır. Üstündə işləyə bilmirəm. B bərabərdir 8 çıxılsın 4. C bərabərdir M funksiyasının AB qiyməti. A-nın qiyməti 8, B-nin qiyməti isə neçədir? B-nin qiyməti isə 4-dür.
Gəlirəm n funksiyasına müraciət edəcəm. N funksiyasına müraciət edəndə birinci qiymət birinciyə ötürüləcək, x olacaq 8, ikinci qiymət ikinciyə ötürüləcək, y də olacaq 4. Gələcək x-i tapacaq. X-i tapanda bizə deyir ki, f-in y neçədir? 4. 4, y üstə gəl 2 neçə olacaq? Y üstə gəl 2, yəni 4 üstə gəl 2. Bu da bizə verəcək f funksiyasının 4 və 6 qiymətini. Yaxşı, indi mən bunu tapmaq üçün gedib f funksiyasına müraciət etməliyəm. F funksiyasını müraciət edəndə demək f-in f funksiyasının 4 və 6 qiymətini tapmalıyam. Bu zaman x, x bərabərdir 4-ə, y də bərabərdir 6-ya. Bunu hesablayınca x nədir? X bərabərdir x üstə gəl 2, y də bərabərdir y üstə gəl 5. Demək, x-in üzərinə 2 gələndə 4 üstə gəl 2 bərabərdir 6-ya. Daha sonra y üstə gəl 6-dakı 5-dəki 6 üstə gəl 5 də bərabərdir 11-ə. Retin də neçə olacaq? Retin də x üstə gəl y, 6 üstə gəl 11 bərabərdir 17-yə. Retin də o 17 qiymətini qaytaracaq hara? F funksiyasına. F də olacaq 17. Artıq f funksiyasının qiyməti neçə oldu? 17-dir. İndi siz gəlib burada y işləyəndə, uşaqlar, y-də sizə nə istəyir? F funksiyasının x və x plus 2. İndi burada siz gətirib burada x-in 8 qiymətini yox, artıq x-in dəyəri 17-dir. Gətirib bura qoyacaqsınız 17 və 17 üstə gəl 2. Bu da bizə verəcək f funksiyasının 17 və 19 qiymətini. Yenidən f funksiyasına müraciət edəcəm. F funksiyasının 17 və 19 qiymətini tapacam. Artıq x-in qiyməti 17, y-in də qiyməti 19-dur. Çünki bu x-dir, bu da y-dir. X nəyə bərabərdir? X bərabərdir x üstə gəl 2-yə, 17 üstə gəl 2 bərabərdir 19-a, y da bərabərdir y üstə gəl 5, yəni 19 üstə gəl 5 bərabərdir 24-ə. Reçində də bizdən istəyir x üstə gəl y-i. Yəni 19 üstə gəl 24, bu da bizə verəcək 43-ü. Artıq retin qaytaracaq öz qiymətini 43-ü qaytaracaq f funksiyasına 43. Demək, f17 və 19 qiymətləri f funksiyasında olacaq 43. Retində bizdən nə istəyir? Retində x də gəl y istəyir. 17-nin üstünə də 43 gələndə, bunları da toplayanda bizə verəcək neçəni? 60-ı. Bu retin də 60 qiymətini qaytaracaq hara? M funksiyasına. Çünki m tapırdım mən. M-in 8 və 4 qiymətli eləyəcək 60. Printdə də C istəyir. C-nin də dəyəri neçədir? 60. Cavab olacaq C variantı. Aydındır? Bəli, müəllim. Allah. 29. Nə gözəl sual saxlamısınız siz məncə. 29. Bu sual kim saxlayıb məncə? Mən Yaxşı eləmisiniz. Demək nədir? A-nın qiyməti 2-dir. Aşağıdan baxırıq da. Birinci baxırsınız həmişə bu hissəyə. Baba bu hissəyə. A-nın qiyməti 2-dir. B-nin qiyməti nəyə bərabərdir? A üstə gəl 2-yə. Yəni 2 üstə gəl 2 bərabərdir 4-ə. Bəs C nəyə bərabərdir? A vurulsun B-yə. Yəni 2 vurulsun 4 bərabərdir 8-ə. H nəyə bərabərdir? H da bərabərdir f funksiyasının A, B, C qiymətinə. Yəni 2, 4, 8. Gəlirəm hara? Gəlirəm f funksiyasına. F funksiyasına gedəndə birinci qiymət ötürüləcək birinciyə. X olacaq 2. İkinci qiymət 4 qayıt ötürüləcək y-ə 4. 8 də olacaq z-in qiyməti. Yaxşı. İndi bunu yazanda gəlirsiniz burada. Bunu buradan qeyd edək ki, çaşmıyor. X-in qiyməti 2-dir, y-in qiyməti 4-dür, z-in də qiyməti 8-dir. Gəlirik də if-ləri işləyəndə. Yox, if-ləri işləyəndə. If-ləri işləyəndə bilin ki, bu else bu if-əndir və if-lər alt-alda olduğu üçün həm bunu işləyəcəksiniz, həm də ikinci if, ikisini də işləyəcəksiniz. Gəlirəm birinci if-də verilən qiymətləri yerinə qoyuram. Verilən bir qiymətləri yerinə qoyanda mənə nə verəcək? X-in qiyməti neçədir? 2. Deyirəm 2
2 4-dən kiçik böyükdür. Nə deyirəm? Deyirəm yox, yalan. Bəs y z-dən kiçikdirmi? Yəni 4 8-dən kiçikdir. 4 8-dən kiçikdir. Deyirəm ki, bəli, doğru. Or olduğu üçün elə bir dənə doğrunu görəndə deyirəm doğrudur. Sonra keçdim ikinci hissəyə. X-in qiyməti neçədir? 2. 2 8-dən böyükdür və ya 2 4-dən kiçikdir. 2 8-dən böyükdür, deyirəm yalandır. Bəs 2 4-dən kiçikdir, deyirəm doğrudur. Or olduğu üçün bir dənə doğru olanda deyir doğrudur. Demək, birinci mötərizənin cavabı doğru, ikinci mötərizənin də cavabı bizə doğru verdi. Və burada da and olduğu üçün ümumi cavab olacaq nə? Ümumi cavab verəcək bizə doğru. Və gəlirik nə edirik? Gəlirik, hesablayırıq x-i. X-i hesablayanda, bunu gəlib elə bir yerdə yazmışıq ki, bunu qaldıraq bu doğrunu biraz yuxarı. X bərabər olacaq nəyə? X-in qiyməti 2-dir. 2 vurulsun 2, üstə gəlsin y-in qiyməti 4-dür. Bu verəcək bizə 8. Artıq x-in qiyməti 8-dir, 2 deyil. Y-da nəyə bərabər? X-in qiyməti artıq 8-dir. 8, üstə gəl y-in qiyməti 4, çıxılsın 8. 8-lər ixtisar gedəcək, qalacaq 4. Artıq y-in qiyməti, hələ y-in qiyməti dəyişmədiyi üçün 4 dələ. Z də nəyə bərabərdir? X-in qiyməti 8-dir. 8, üstə gəlinsin, 2 vurulsun 4, yəni 8 üstə gəl 8, bu da olacaq 16. Bu zaman retin də bizə neçə verəcək? X-in qiyməti 8, üstə gəlsin y-in qiyməti 4, çıxılsın z-in qiyməti, z-in də qiyməti neçədir? 16-dır. Bu da bizə verəcək neçə? 12 mənfi 4. Düzdür? Mənfi 4. Demək, birinci retinimin qiymətini aldım mənfi 4. Keçdim ikinci retinə. Yox, ikinci ifə. Birinci if ödəndi. İkinci ifdə nədir? Bax, qiymətləri yerinə qoysam, x-in qiyməti 2-dir. 2 ondan böyük olsun və ya 6, 8. İndi burada bir şeyə fikir verin ki, yine siz burada x-in bu qiymətləri ilə işləyəcəksiniz, yoxsa ki, yuxarıdakı qiymətlərlə? Hansılarını işləyəcəksiniz? Axırıncı aldığımız qiymətlər. Mən təzə qiymətlərlə. Yeni qiymətlərlə. İndi mən də burada qiymətləri səhv qoyduq. Demək, burada olacaq 8. 8 ondan böyük olsun. 6 da z-in də qiyməti neçədir? 16-dır. 6 da 16-dan kiçik olsun. And x-in qiyməti artıq neçədir? X-in yeni qiymətlərini yazaq. X-in yeni qiyməti 8-dir. Y-in yeni qiyməti 4-dür. Z-in də yeni qiyməti 16-dır. Baba, buradakı qiymətlərə görə yığdıq. Demək, x-in qiyməti 8. 8 7-dən böyük olsun. Or 8 də y-in də qiyməti 4-dür. 4-dən kiçik olsun. Demək, 8 ondan böyükdür. Deyirəm yalan. Bəs 6 16-dan kiçikdir, deyirəm doğrudur. Or olduğu üçün deyirik burada doğrudur. 8 7-dən böyükdür, deyirəm doğrudur. Orada bir dənə doğru gördüyünüzsə heç ardın baxmağa ehtiyac yoxdur. Bu tərəfdə elə bizə verir, nəyi yalanı. Doğru olduğu üçün orada deyirik doğrudur. Ənddə də hər iki tərəf doğru olduğu üçün ümumi cavab da gedəcək doğru. Bu zaman gəlirsiniz, yeni x-i işləyirsiniz. X-i işləyəndə x-in qiyməti 8-dir də. 8 üstə gəl 4, çıxılsın 16. Bu isə mənə neçə verəcək? Bura verəcək mənə mənfi 4-dür. Daha sonra y-in də qiyməti olacaq. Mənfi 4 vurulsun 16, çıxılsın 2. Mənfi 64-dən 2 çıxanda eləyəcək mənfi 66. Z-in də qiyməti olacaq. Mənfi 4, mənfi 4 çıxılsın mənfi 66, üstə gəlinsin 16. Demək, bu isə mənfi 4-ün üzərinə 66 gələndə eləyəcək müsbət 62. 62-nin də üstünə 16 gələndə eləyəcək 78. 78. Retin də nə olacaq? Retin də olacaq artıq bu yeni qiymətlərini işləyəcəksiniz. X-in qiyməti mənfi 4, çıxılsın Y-in qiyməti mənfi 66 və çıxılsın 78. Demək, bu isə mənə verəcək 62-ni. 62-dən də 78 çıxanda eləyəcək mənfi 6. Artıq if şərti ödəndiyi üçün siz burada else-yə baxmırsınız. İndi burada da retin var. Retinə bir fikir verin. Retin burada 16-nı ötürdü və mənfi 4-ü ötürdü. Sizcə cavab mənfi 4 olar, 16 olar? Hansı olar? Ən son nə olubsa olar. Retində ən son olur, yoxsa birinci? Ən sondakını təzədən ona uyğun təzədən yazır. Necə? Yəni, məsələn, 5-6 almışıqsa, 5-6 istifadə edib yazır. O təyinatları falan.
Bax, birinci ifdə return elədim 4-ü. Return 4 qiymətini, -4 qiymətini ötürdü f funksiyasına. İkincidə -6. -6-da da ötürdü öz qiymətini hara f funksiyasına. İndi burada cavab nə olacaq? -4 olacaq, yoxsa -6? -6 olacaq. -4 olacaq. Bu birincini götürəcək. Bunu götürməyəcək. Onda onu tapmamızın nə mənası var ki? Onu niyə tapırıq? Kim deyər, niyə tapırıq onu? Hə, uşaqlar? Return məqsədi nədir? Qiyməti qaytarmaqdır. F funksiyası birinci yadında saxladı -4-ü, daha sonra yadında saxladı nəyi? -6-nı. Düzdür? O birinci yadında saxladığı qiymətə görə işləyir. Onun ikincisini də işləməyin bir mənası yoxdur. Çünki artıq o birinci -4-ü qaytaracaq axı. İkincini olsa qaytarmayacaq o. Bu neçə idi? 29, 31. Python dilində yazılmış alt proqramın nəticəsini müəyyən edin. Demək, fun 5-dir. 5 öz qiymətini ötürəcək funksiyaya. Burada belə yazaq da, x-in qiyməti 5-dir. Çünki bu bizə nə istəyir bizə? Fun 5-i istəyir. Fun 5 istəyir. Bu da x-dir da. X-in qiyməti artıq elədir 5-dir. X-in qiyməti 5-dir. A-dakı nədir? A da boş bir dənə siyahıdır. For-da nə edəcək? For i hansı qiymətlər alacaq? I alacaq 1-dən 11-ə qədər bütün qiymətləri. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Demək, burada i 1-dən 10-a qədər bütün qiymətləri götürəcək. Range-də demişik ki, sonuncu qiymət aid deyil. Və A append. Append eləyəcək nəyə? Bax, birinci demək, i bərabər olacaq 1. i 1 olanda gələcək bura, deyəcək ki, A append A siyahısına əlavə elə nəyi? Əlavə elə 5-i 1-ə böləndə alınan qalıq, üstə gəl 5-i 1-ə böləndə alınan tam. 5-i 1-ə böləndə qalıq eləyəcək 0. 5-i 1-ə böləndə isə bu da eləyəcək 5. 5 ilə 0-ı da toplayanda eləyəcək 5. Demək, A siyahısı birinci olacaq 5. Daha sonra i bərabər olacaq 2-yə. i 2 olanda nə eləyəcək? Nəyə əlavə eləyəcək? Append eləyəcək. Demək, 5-in 2-yə bölünməsindən alınan qalıq üstə gəlinsin 5-in 2-yə bölünməsindən alınan tam. 5-i 2-yə böləndə qalıq eləyəcək 1. 5-i 2-yə böləndə isə tam eləyəcək 2. Bunların da cəmi eləyəcək 3. Yəni A siyahısına növbəti dəfə əlavə eləyəcəm 3-ü. Daha sonra i bərabər olacaq 3-ə. i 3 olanda append eləyəcək nəyi? Append eləyəcək A append 5 faiz 3. 5-i 3-ə bölməsindən alınan qalıq və 5-i 3-ə bölünəndə alınan tam. Demək, 5-i 3-ə böləndə qalıq neçə eləyəcək? 5-i 3-ə böləndə qalıq eləyəcək 2. 5-in içərisində 3 də neçə dəfədir? 1 dəfədir. 2-nin də üstünə 1 gələndə eləyəcək 3. 3. Növbəti addımda i bərabər olacaq 4-ə. Yenə A append, yəni A siyahısına əlavə eləyəcək nəyi? X5-dir də. 5 bölünsün 4. Üstə gəl 5. 5-i də 2-yə böləndə, 2-yə yox, 4-ə böləndə. 5-i 4-ə böləndə tam eləyəcək, qalıq eləyəcək 1 və 5-i 4-ə böləndə tam da eləyəcək 1. 1-in üzərinə 1 gələndə eləyəcək 2. Daha sonra əlavə elədik 2-ni. Sonra i bərabər olacaq 5-ə. i 5 olanda append olacaq nə? Append olacaq 5-i 5-ə böləndə alınan qalıq və üzərinə gəlsin 5-i 5-ə böləndə alınan tam. 5-i 5-ə böləndə 5-i 5-ə böləndə qalıq eləyəcək 0, 5-i 5-ə böləndə də tam eləyəcək 1. 0 ilə də 1-i toplayanda eləyəcək neçə? 1. Növbəti dəfə i bərabər olacaq 6-ya.
i bərabərdir 6 olanda yenə əlavə edəcəyik nəyi? Əlavə edəcəyik, baxın, 5-i 6-ya bölməsindən alınan qalıq və üzərinə gəlsin 5-i 6-ya bölünəndə alınan tam. 5-i 6-ya böləndə qalığımız eləyəcək 5. 5-i də 6-ya böləndə tamımız da eləyəcək 0. Bunların da cəmi eləyəcək 5. Yenə 5-i əlavə elədik. Daha sonra i bərabər olacaq 7-yə. i 7 olanda yenə eyni qayda ilə 5-i 7-yə böləcəksiniz, qalığı tapacaqsınız. Həmçinin də 5-i də 7-yə böləcəksiniz, tamı tapacaqsınız. 5-i 7-yə böləndə qalıq eləyəcək 5, 5-i 7-yə böləndə tam eləyəcək 0. 5-in üzərinə də 0 gələndə bərabər olacaq 0-a. Yenə əlavə elədim A siyahısına 5-i. i bərabər olacaq 8-ə. i 8 olanda deyəcəm yenə ki 5-i 8-ə böləndə qalıq üzərinə gəlsin. 5-i 8-ə böləndə alınan tam. 5-i 8-ə böləndə qalıq eləyəcək 5. 5-i də 8-ə böləndə tam da eləyəcək 0. Bunların da cəmi yenə verəcək 5 olacaq. Daha sonra i də bərabər olacaq neçəyə? i bərabər olacaq 9-a. Yenə eyni qayda ilə 5-i 9-a böləndə tam üstünə gəlsin. Mümkün təyinatı nədir ki? Bu misalın təyinatı Tutmaq olmadı. birdən 10-a qədər ədədlərin 5-ə bölünməsinin alınan tam və qalıqlarının cəminin cəmi. Çünki axırda bir dənə də sum eləyəcəm axı, sum K. Sumu K-nın dəyərini sum eləyəcəm. Ona görə bir də onu toplayacam. Bunu birbaşa geri belə şifahi də gedə bilərdiniz. 5-i də 9-a böləndə olacaq nə? 5-i 9-a böləndə qalıq eləyəcək 5. 5-i də tam 5-i içində deyəcəm 9 var. 5-i 9-a böləndə tam eləyəcək 0. Bu da eləyəcək 5. Yenə bir dənə də 5 əlavə elədik. 5-dən sonra bu ancaq elə 5-i daxil eləyəcək bu bizdə. Çünki 5-dən sonra heç bir ədəd 5-ə tam bölünmür axı, 0 olacaq. 5-i də ki, istənilən 5-dən böyük ədədə böləndə qalıq elə 5-in özü eləyəcək. i bərabər olacaq 10-a. Yenə eyni qayda ilə 5-i 10-a böləndə qalıq eləyəcək yenə 5. 5-i də 10-a böləndə tam da eləyəcək 0. Yəni 5 üstə gəl 0 bərabərdir neçəyə? 5-ə. Bax, demək A siyahısı mənə verdi nəyi? Bax, bu dəyərləri. Sonra gəlirsiniz bu A siyahısı öz qiymətlərini ötürür hara? Öz qiymətlərini ötürür K-ya. Çünki fun 5-in cavabı budur da. Print return A eləyəcək. Return A bu siyahını ötürəcək fun funksiyasına. Fun funksiyası da bu A siyahısının qiymətlərini alacaq. Bir də buna sum verəndə, sum da nə deməkdir? Bunların cəmi. Cəmi olanda neçə olacaq? 5-də sayaq. 1, 2, 3, 4, 5, 6. Yəni 30 üstə gəl. 2 dənə də 3-üm 6, üstə gəl bir dənə də 3. Bunları da toplayanda eləyəcək neçə? 39. B variantı. Aydındır? Bəli. Bu sualı verən şəxs aydındır? Mən idim dedim. Bu sualı verən səsi çıxmır. Heç birinin səsi çıxmır. 2 nəfər sual verib. Sakitçilikdir nəsə. Aydındır, Məhəmməd aydındır. 34. Brick var. Bəlkə də brickə görə işləməmsiniz siz buna. Mənim sualımdır. İşləyə bilmədim. Həm sənin sualın, həm Nurgülün sualı. İkisinin də sualıdır bu. Brick nədir? Brick kəsməkdir. Brickdə belə bir qayda var. Brick də var, continue da var. Artıq da imtahanları demək olar ki, bunlar düşmür. Əvvəl düşürdü brick və continue. Yox, düşmüyor. Bu əsasən magistr və işə qəbullara düşür, miqlara düşür də bu. Magistrlara, sertifikasiya və miqə düşür. Brickdə bir şey var. Brickdə yadınızda saxlayın. Şərt ödəyəndə artıq dayanırsınız. Ondan sonra hissəyə baxmırsınız. Qobidən işləyək, tam aydın başa düşün orada. Demək, A-da nəyinir? A bərabərdir input, təyinatdır da. A-ya bir dənə özümüzdən qiymət veririk. A-ya neçə verək? Bu A olsun 5. A 5 olsa, gəlirəm hara? Fora. Forda A-nın yerinə 5 yazanda, 5-in üzərinə 1 gələndə olacaq 6. Bu zaman i hansı qiymətlər alacaq? i alacaq neçəni? i alacaq 2-ni, 3-ü, 4-ü və 5-i.
Hər dəfə i-ni 2, 3, 4, 5 qiymətində gələcəksiniz, bu hissəni if-i işləyəcəksiniz. Yaxşı, işləyək də görək nə olur, başımıza nə gəlir. Demək, i birinci bərabər olacaq neçə? I birinci bərabər olacaq 2-yə. I 2 olanda gəlirəm, if işləyəcəm. If-də də deyirik ki, 2 faiz, yox, A-nın qiyməti 5 idi, 2 yox. A-nın qiymətinə böləcəksiniz burada. Elə bir ki, 5-i 2-yə bölündə, 5-i 2-yə böləndə qalığımız 0 eləsin. Həmçinin də f-in 2 qiyməti. Yaxşı, f-in 2 qiymətini bilmirəm axı. Onun üçün də qalxıram hara? Qalxıram D funksiyasına, f-in 2 funksiyasını tapmağa. Burada da f-in 2 qiymətini tapanda x burada bərabər olacaq 2-yə. S də bərabər olacaq 0-a. Demək, x-in qiyməti 2-dirsə, gətir bura 2 qoyanda mənə nə verəcək? 2-ni 2-yə böləndə tam eləyəcək 1. 1. 1-in üzərinə də bu 1-i gələndə eləyəcək 2. 2-dən 2-yə nə deməkdir? i bir dənə təkcə alacaq hansı qiyməti? i bir dənə alacaq 2 qiymətini. Düzdürmü? i 2 olanda gəlib düşəcəm, if işləyəcəm. Deyəcəm ki, x-in qiyməti bizdə 2 idi. Deyirəm, əgər 2-ni 2-yə böləndə qalıq 0 eləyir, deyirəm, hə. Hə olanda s-in üzərinə 1 gəl. S-in üzərinə 1 gələndə 0-ın üzərinə gələcəm 1 bərabər olacaq 1. Və burada brick görəndə artıq bu şərt ödəndiyi üçün, if-i bura düşdüyü üçün bu brick proqramı həmin dövrü kəsir. Həmin hissədə dayanırsınız. Olsa burada i başqa qiymət almır. i olsa burada bir dənə qiymət. Əgər burada i bir neçə dənə qiymət alsaydı, həmin yerdə dayanacaqdınız. Ödəyədib dayanır da, ardına baxmırsan. S bərabər oldu nəyə? 1-ə. Return də S eləyəcək, qiyməti yuxarı. Artıq F2 funksiyasının qiyməti nədir? 1-dir. Deyəcəm ki, bəs F2-nin qiyməti 0-a bərabərdirmi? Yaxşı, 5-i 2-yə böləndə qalıq eləyəcək 1. 1 0-a bərabərdir, deyirəm, yox. Bu olsa ənddir. Ənddə elə bir dənə yoxu görəndə cavab yox gedir. Yaxşı, bir ardından baxaq. F2-nin qiyməti nə almışdıq? 1 aldıq da, bax, burada 1 aldıq. Deyirik, 1 0-a bərabərdir, bir dənə deyirəm, lap yox. Lap 2 qat yox olduğu üçün ümumi cavab da olacaq, nə? Yox. Artıq ardına əpəyində düşmürsünüz. Daha sonra 2-ni işlətdiyim, indi i olacaq neçə? i olacaq yenə, indi olacaq 3. i 3 olanda i3 olanda. Gəlirəm, düşürəm hara? Düşürəm if-ə. Bax, bu if-ə ya. Baba, birinci bu hissəyə baxırsınız. Birinci bu hissəyə baxırsınız. İkinci də def-ə baxırsınız. Demək, birinci düşürəm if-ə. Deyirəm ki, x-in qiyməti, a-nın qiyməti 5-dir də. Hə, 5-i 3-ə böləndə alınan qalıq 0 olsun. Həmçinin də f funksiyasının 5 qiyməti də 0-a bərabər olsun. Yaxşı, görək f funksiyasının qiyməti 0-a bərabərdirmi? Gəlirəm, burada da yenə f5-i tapacam. F5-i tapanda x-in qiyməti yenə 5-dir. S-in də qiyməti yenə 0-dır. Gəlirəm, indi bu dəfə x-ların yerinə, bax burada x-ların yerinə qoyuram neçəni? X-ların yerinə qoyacam. Bir dəqiqə, burada f5-i tapmayacam, f3-ü tapacam. Çünki i-nin qiyməti 3-dür. Bu 3 olacaq. X-ların yerinə qoyacam 3-ü. 3-ü 2-yə böləndə tam eləyəcək 1. 1-i də üstünə 1 gələndə eləyəcək 2. Demək, yenə i alacaq hardan? 2-dən 2-yə qədər qiymət. Elə bir ki, bu isə mənə nə verdi? Bu isə mənə verdi 2, 2. Bu zaman i-nin qiyməti olacaq elə təkcə 2-nin özü. 2-nin özünü alanda gəlirəm, yenə düşürəm if-ə. If-də deyirəm ki, x-in qiyməti 3-dür. 3-ü 2-yə böləndə qalıq 0 eləyir. 3-ü 2-yə böləndə qalıq 0 eləyir. Nə deyəcəm? Deyirəm, yox. Yox olduğu üçün artıq heç S-i işləmirsiniz. S-i işləməyəndə mənim cavabım nə olacaq? 0 qayıdacaq da. Çünki S-in return eləyəndə S-in artıq qiyməti burada 0-dır yaxı. O zaman, bax, F3 funksiyasının qiyməti olacaq 0. Gəlirəm, burada deyirəm ki, bunun qiyməti artıq 0-dır. 0 0-a bərabərdir. Deyirəm ki, bəli, doğrudur. Bəs yaxşı, 5-i 3-ə böləndə qalığımız eləyəcək neçə? 2. 2 0-a bərabərdir. Deyirəm, yanlışdır. Ənd olduğu üçün artıq bir dənə yanlışı gördüyüm üçün cavab ümumilikdə deyəcəm nə? Yox deyəcəm. Növbəti dəfə i-nin qiyməti bərabər olacaq 4-ə. i 4 olanda gəlirəm aşağıdakı fora. Aşağıdakı forun da içərisində if var. If-də də məndən nə deyir? Deyir ki, 5-i 4-ə böləndə qalıq 0 eləsin. Həmçinin də
F-in 4 qiymətinin də cavabı 0 eləsin. Yenə yoxlayırıq ki, gedirik F-in 4 qiymətini tapanda F4 də nəyə bərabərdir? F4 də bərabərdir. F4 bərabərdir. Demək nəyə? S bərabərdir 0-a, X də bərabərdir 4-ə. Bax, indi də bu dəfə gəlirsiniz, bu forda X-ların yerinə qoyacaqsınız neçəni? X-ların yerinə qoyacaqsınız 4 qiymətini. Bax, 4. 4-ü 2-yə böləndə tam eləyəcək neçə? 4-ü 2-yə böləndə eləyəcək 2. 2-nin də üstünə 1 gələndə eləyəcək 3. Yəni, qiymət olacaq 2, 3. Burada da yenə i təkcə birdən alacaq hansı qiyməti? 2 qiymətini. Yəni, i bərabər olacaq 2-yə. Gəlirəm bura if-ə. İfdə deyirəm ki, x-in qiymətini i-yə böləndə, yəni 4-ü 2-yə böləndə qalıq 0 eləsin. 4-ü 2-yə böləndə qalıq neçə eləyəcək? 0 eləyəcək. Deyirəm hə. Hə olanda s bərabər olacaq nəyə? 0 üstə gəl 1 bərabərdir 1-ə. Və burada 1 olduğu üçün artıq olsa i bir dənə qiymət al. Əgər növbəti qiymət alsaydı, yenə deyirəm, növbəti qiymətə i-nin artıq digər qiymətini keçməyəcəkdir. Birik elə ki, belə bir şeydir də. Şərt ödədirsə, istədiyi qiyməti alsa da ardına baxmır. Hələ deyir, hələ bir dənəsi bəsimdir. Mənə də başqası lazım deyil. Buradan da keçirəm retinə. Retində də s istəyir, s də bərabərdir 1-ə. Demək, f4 funksiyasının qiyməti 1-dir. f4 oldu 1, 1 0-a bərabərdirmi? Deyirəm, yox. Bəs 5-i 4-ə böləndə qalıq neçə edir? 5-i 4-ə böləndə qalıq 1 eləyir, 1 də 0-a bərabərdir. Deyirəm, yox. Əddə 2 qat yox olduğu üçün lap ümumiyyətlə deyəcək, ümumiyyətlə yox. Bu bir qatına, bir dənə yoxa razı olun. Burada qaldı 2 dənə yoxa razı olsun. i sonra bərabər olacaq neçəyə? i bərabər olacaq 5-ə. i 5 olanda gəlirəm yenə if-ə. if-də deyirəm ki, 5-i 5-ə böləndə, 5-i 5-ə böləndə cavab nə olsun? Qalıq 0 olsun. Həmçinin də f funksiyasının 5 qiymətinin də cavabı 0 olsun. Gəlirəm, f funksiyasının 5 qiymətini işlədəcəm. İndi mən burada elə bir qiymət vermişəm ki, həmin qiymətdə mən bütün heç bir şərt ödəməyəcək. F5 olanda, bax, gəlirsiniz yenə də birinci fordan yeniyəcəksiniz. Birinci forda qiyməti qoyacaqsınız 5. X-in yerinə qoydum 5-i. Çünki burada X-in qiyməti 5-dir. S-in də qiyməti 0-dır. X-in qiyməti 5 olan nə olacaq? 5-i 2-yə böləndə eləyəcək 2. 2-nin də üstünə 1 gələndə 3. Demək, 3 yox, həm də 3 olacaq, yəni 2, 3 qiyməti. i də bərabər olacaq 2-yə. 3-ə yox, 2-yə bərabər olacaq. Birinci if nə deyəcək? If deyəcək ki, X-in qiyməti 5-dir də. 5-i 2-yə böləndə qalıq 0 eləyir. 5-i 2-yə böləndə qalıq neçə eləyəcək? Qalıq eləyəcək 1, 1 0-a bərabərdir, deyirəm yox. Yox olduğu üçün f5 funksiyasının qiyməti olacaq 0. Gəlirəm bura f5-in qiymətini deyirəm 0. İndi bura baxın, 5-i 5-ə böləndə qalıq 0 eləyir, bəli. 0 0-a bərabərdir, deyirəm doğrudur. Bəs f5 funksiyasının qiyməti 0-dır da. Deyirəm, bəs yaxşı, 0 0-a bərabərdir, deyirəm doğrudur. Doğru oldu. Doğru olanda nə edəcəm? Doğru olanda artıq keçirəm hara? M append-a. Bu zaman M append mənə nə verəcək? Append i-nin qiyməti. I-nin qiyməti də məndə nədir? 5-dir. O zaman bu i 5 qiymətini ötürəcək siyahıya. O zaman M siyahısının qiyməti olacaq neçə? 5. M siyahısının qiyməti 5 olanda necə olacaq? Bax, nə deməkdir? Hə, uşaqlar? Mən demək girişdə A-ya vermişdim 5 və M siyahısı da bir dənə təkcə oldu 5. Özünü çap edeyim. Bir dənə o biri variantda da baxaq, görək nə istəyir məndən. Demək, belə bunları yadda saxlayaq. Hansı sual idi? Bu idi da. Demək, A-nın qiymətini 5 daxil eləmişdim. M də axırda oldu neçə? M siyahısı da oldu 5. M də oldu 5. Demək, variantlara baxaq. Variantlarda nə deyir? Deyir, daxil edilmiş natural ədədin sadə bölənlərinin siyahısı. 5-in sadə bölənləri hansılardır, uşaqlar? 5-in bölənləri ümumiyyətlə 1 1-dir, 1 də 5-dir, hə? 1 sadə ədəddir. Hə? Yəni. 1 sadədir. 1 nə sadə, nə mürəkkəbdir. Görsünüz, bu 1-i götürmədi, ancaq təkcə götürdü nəyi? 5-i. Yaxşı. Ödəyər bu şərt?
natural ədədin ancaq sadə bölənlərini siyahıya əlavə edir. Ancaq sadələri. Bütün yox, sadə. Ödür də nədir? Aha. B-də nə deyir? Deyir, daxil edilmiş natural ədədin tam bölənlər. Tam bölənlərini deyəndə o zaman burada n 1 və 5 olmalı idi. Amma məndə təkcə 5-dir axı. Tam bölənləri ola bilməz. Daxil edilmiş natural ədədin natamam bölənləri. Natamam böləni desəydi, yəni bölünməyənlərini. O zaman 2-ni, 3-ü və 4-ü əlavə edə bilərdi. Belə bir şey yoxdur. Daxil edilmiş natural ədədin sadə vuruqlarını, xeyr. Bütün rəqəmlərini, xeyr. Ona görə cavab olacaq nə? A variantı. Aydındır? Bəli. Allah. Evet. Sonra 35. 35'i 3 nəfər verib. Maraqlıdır. Nədir bu? Görürsünüz sual. Hə, bu ulduzlar. Bu ulduzlar niyə? Bu ulduzlar əslində çox sadədir. Sadəcə birinci başlayan uşaqlar bunu çox işləyə bilmirlər. İşləyə bilmədiyi üçün onlar bu sual çox çətin gəlir. Amma işləsəz görərsiniz ki, valla o biri sualların hamısından asan budur. O hesablamalardansa bunlar daha sadədir. Yəni görək nə olacaq. Bax, x-in qiyməti 5-dir. Bax, birinci başlayırsınız bu hissədə. Birinci branş deyirik. X-in qiyməti 5-dir. Gəlirəm, nə edəcəm? Demək, x bərabərdir 5-ə. Bunu belə yazaq da. X bərabərdir 5-ə. Deyəcəm ki, 5 0-dan böyükdürmü? Deyirik, hə. Hə olanda gəlib tapıram nəyi? Tapıram fun 5-i. Fun funksiyasının 5-i. Gətirəm, bura bir dənə qoyacam 5. Bura 5 olanda x-in yerinə qoyacam 5-i. I alacaq hansı qiymətlər? I alacaq 1-dən haracan? 6-yacan. Yəni 1, 2, 3, 4, 5 qiymətlərini götürəcək. Demək, nə edəcək? İndi bu öz daxilində nə iş görəcək? I birinci bərabər olacaq 1-ə. I birinci 1 olanda gələcək bir dənə ulduzu çap eləyəcək. End nə deməkdir? End deyir ki, çap eləyirsən və yanında bir dənə boşluq qoy. Yoxsa belə standart halda çap eləyəndə bunları yan-yana çap eləməlidir. I-də end ona görədir ki, deyir yan-yana, yox, standartda alt-alta çap eləməlidir. Burada end varsa, demək bunları alt-alta yox, yan-yana çap eləyəcək. I 2 olanda yenə print gələcək, sakitcə deyəcək ki, bir dənə ulduzu yenə çap elə. Bax, bir dənə ulduzu çap elədi. Demək, bax, nə edəcək? Bir dənə ulduzu çap elədi. Sonra gələcək ikinci i-ni 2 qiymətli bir dənə də ulduzu çap elədi yanında, bu n-də görə. I bərabər olacaq sonra 3-ə. Yenə deyəcək printdə ulduzu çap elə. Ulduzu çap elədi. Yenə deyəcək yanında yer saxla. Kursor aşağı sətrə keçmə, dayan burada. I bərabər olacaq 4-ə. Yenə print bir dənə ulduzu çap eləyəcək. Yenə kursor aşağı düşməlidir. Deyir ki, düşmə, gözlə. I bərabər olacaq 5-ə. Bir dənə də ulduzu çap eləyəcək. Demək, gələcək bir dənə də ulduzu burada çap eləyəcək. I-nin qiymətləri qutardı. Sonra gəlib neyinirəm? Gəlirəm, bax, bu hissə def-ə görədir. Bax, bu funa görədir. 5 dənə ulduzu, demək neynədir? Funun 5 qiymətində 5 dənə ulduzu çap elədi. Sonra gedirəm x-a. X-da da deyir ki, 5 çıxılsın 1 bərabər olacaq 4-ə. Lap yaxşı. Artıq x-in qiyməti oldu 4. İndi deyirəm ki, 4 0-dan böyükdür. Deyirəm, hə. Hə olanda, deyir yenə get funun 4 qiymətini çap elə. Fun 4 olanda neçə olacaq? Fun 4 olanda gəlirəm, bura 4 yazacağım. Bu da olacaq 5. Bu zaman i hansı qiymətləri alacaq? I alacaq 1-dən 5-ə qədər. Yəni 1-i, 2-ni, 3-ü, 4-ü. Yenə bayaqki qayda ilə i bərabər olacaq 1-ə. I 1 olanda yenə bir dənə ulduzu çap eləyəcək. Gələcək bura, bir dənə ulduzu buradan çap eləyəcək. Sonra i bərabər olacaq 2-yə. I 2 olanda yenə gələcək bir dənə də ulduzu çap eləyəcək. Bax, bir dənə də ulduz çap elədi. I bərabər olacaq 3-ə. I 3 olanda yenə printdə ulduz çap olunacaq və end deyəcək ki, bunları yan-yana çap elə. I bərabər olacaq 4-ə. Yenə bir dənə printdə ulduz çap eləyəcək. Gələcək bura, demək burada nə edəcək? Bir dənə ulduzu çap eləyəcək. Aha, demək F4 qiymətində bu gəldi. 4 dənə ulduz yan-yana çap elədi. Sonra x-i yenə bir vahid azaldırıq. 4-dən də 1 çıxırıq. Bax, bu hissə ancaq bu hissə def-ə görə işləyəcək. X olacaq 3. Növbəti dövrdə artıq x-in qiyməti 4-dür. 3-dür. Deyirəm ki, 3 0-dan böyükdürmü? Deyirik, hə. Hə olanda yenə gedib tapırıq f-in 3 qiymətini. F-in 3 qiymətini gətirib yenə bu hissədə x-ların yerinə 3 qoyacam. Bu olacaq 3. Bu 3 olanda bu da olacaq 4. I alacaq hansı qiymətləri? I alacaq 1-dən 4-ə qədər. Yəni 1 alacaq, 2-ni alacaq, 3 alacaq.
Bu zaman nə olacaq? I yenə birinci 1 olanda, I 1 olanda gələcək bir dənə ulduzu çap edəcək. Bax, bir dənə ulduzu çap elədi. Sonra I bərabər olacaq 2-yə, yenə bir dənə ulduz çap edəcək. Bu ulduzu yenə yan çap edəcək N-də görə. I bərabər olacaq. N olmasaydı, bunları alt-alta çap edərdi. N olmayan versiyasını da deyəcəm necə çap olacaq. I bərabər olacaq 3-ə, yenə bir dənə ulduzu gələcək çap edəcək. I də bərabər oldu, ulduz çap edəcək. X da yenə bir vahid azaldacaq, 3-dən 1 çıxacaq, bərabər olacaq 2-yə. Növbəti dövrdə artıq X-in qiyməti bərabərdir 2-yə. Deyəcək ki, yenə X böyükdür 0-dan, deyirəm hə, hə olanda yenə gedəcəksiniz, tapacaqsınız F-in 2 funksiyasını. F-in 2 qiymətində təzən qaydıram yuxarı. Artıq yenə X-in qiyməti burada bərabərdir 2-yə. X-in qiyməti 2 olanda gəlirsiniz, nə edəcəksiniz? Burada X-lərin yerinə qoyacaqsınız 2 qiymətini. Bax, bura 2. Bura 2 olanda bu isə olacaq 3. I alacaq hansı qiymətləri? I alacaq 1-i və 2-ni. Yenə burada I bərabərdir 1 olanda bir dənə ulduz çap edəcəksiniz. I bərabərdir 2 olanda yenə bir dənə ulduz çap edəcəksiniz. Daha sonra burada da olacaq nə? Burada da olacaq, yəni 2 dənə ulduz gedəcək çapa. Və yenə eyni qayda ilə X-i bir vahid azaldacam. X-i bir vahid azaldanda 2-dən çıxacam 1-i bərabər olacaq 1-ə. Növbəti dövrdə artıq X-in qiyməti oldu 1. 1 0-dan böyükdürmü? Hə. Hə olanda yenə F2 funksiyasına müraciət. F yox, daha doğrusu fun2-dir. Qısa formada F deyirəm mən. Fun2 funksiyasına müraciət eləyəcək. Fun2 yox, daha 1 funksiyasına müraciət eləyəcək. Bu zaman gələcəm bura, qoyacam burada X-ların yerinə 2 qoyacam. 2 nə dayanlıq? X-ların yerinə 1 qoyacam. 1 üstə 1 gələndə eləyəcək 2. Bu da 1-dən 2-yəcən hansı qiyməti alacaq? 1-dən 2-yə qədər bu təkcə alacaq 1 qiymətini. O zaman I 1 olanda gələcək bir dənə ulduz çap eləyəcək. Gələcək burada da bir dənə ulduzu çapa verəcək. Sonra X-i yenə bir vahid azaldacam. X-in artıq yeni qiyməti qalmadığı üçün. Bir dənə də X azaldanda olacaq neçə? 1 çıxılsın 1 bərabərdir 0-a. Növbəti dövrdə artıq X-in qiyməti 0-dır. Deyirəm 0 0-dan böyükdür. Deyirik yox. Yox olduğu üçün bax bu ulduzlar çap olunacaq. Başa düşdünüz? Bu da harda var? Demək 5-dən 1-əcən aşağı doğru çap olacaq. Bu da B variantındadır. 5, 4, 3, 2, 1. B variantında. Başa düşdünüz? Aydındır? Bəli, müəllim. Əla. Sonra 38. O 38-də bax, nə edirsiniz? O 38-də A ilə B-yə özünüzdən bir dənə qiymət verin. Bax, A-ya verirəm 6, B-yə də verəcəm 3. İndi görək, bax, bu nə işləyəcək? Gəlib düşürəm Y-lə. Demək, necə olacaq? A-nın qiyməti 6, B-nin qiyməti də 3-dür. Y-lə düşəndə, Y-da deyir ki, A B-dən fərqlidir. Yəni, 6-nın qiyməti, 6 dəyəri 3-dən fərqlidir. Təbii ki, deyirəm, hə. Hə olanda deyəcək nə ilə? Deyəcək ki, A ilə B-nin qiyməti bərabər olsun. Fun 6 və 3 qiymətinə. Bunun üçün gəlib nə etməliyəm? Funun 6 və 3 qiymətini tapmalıyam. Fun funksiyasının 6 və 3 qiyməti nəyə bərabər olacaq? Bu olacaq x, bax qeymət ötürəndə bu 6 olacaq, bu da olacaq 3. Y-də olacaq 3. Gələcəm şərtə. Şərtdə deyir ki, 6 3-dən böyükdür, deyirəm hə. Hə olanda deyəcək 6 çıxılsın 3, o da bərabərdir 3-ə. Artıq else işləməyəcək, retində də olacaq nə? Retində də koordinatlar qaytarılacaq. Artıq x-in qiyməti olacaq 3, y-in də qiyməti olacaq 6. Demək, nə olacaq? Fun 6 qiymətinin dəyərləri qaytarılacaq, nə şəkildə? 3 və 6 şəklində. Bu qiymətlər bax ötürüləcək bura. Yəni bu bərabər olacaq 3 və 6-ya. Növbəti dəfə işləyəndə artıq bax necə olacaq? Birinci qiymət birincinindir, ikinci qiymət ikincinindir. Artıq A-nın qiyməti... Müəllim, Y niyə 6 oldu ki? Hə? Y niyə 6 oldu ki?
Y niyə 6 oldu? Y düzdürsə niyə 6 oldu? Y 3 olacaq. Y 3 oldu. Hə, Y olacaq 3. Hə, demək İsmail qulaq asırsanmış. A oldu neçə? A oldu 3, B də bərabər olacaq 3. Yenə gəlirəm şərtə. Şərtdə deyirəm ki, while-in şərtində. While-in şərtində deyirəm ki, 3 qiyməti 3-dən fərqlidir. Deyirəm yox. Yox deyəndə artıq gedirəm hara? Gedirəm printə. Printə gedirəm. Yaxşı, indi bir dənə bura fikir verin. Bir dənə riyaziyyatınızı biraz işə salın görək uşaqlar. Mən 6 və 3 qiymətini daxil eləmişdim, hə? Amma çapa getdi nə? A-nın qiyməti. A-nın qiyməti neçədir? A-nın qiyməti oldu 3. Niyə görə? 6 və 3 qiymətinə, bax 6 və 3 qiymətinə cavab 3 çıxdı. Bu nədir? Nə kimi əlaqəsi var bu? Variantlara baxaq. Çünki variantlara baxmadan heç bir fikir bəlkə formalaşa bilmir. Deyirəm ki, uşaqlar, bax, indi bir dənə şeydə yazın yanında. Baxın, 6 və 3 qiymətini daxil eləmişdim. Cavaba çıxdı 3. Deyir, 2 natural ədədin əkobu. 6 və 3-ün əkobu 3 verir bizə. Xeyr, xeyr. 6 və 3-ün əkobu neçə eləyir? Əbabını tapır da mənimlə. Əbəb olacaq mənə. Əbəbu tapır. Bəli, əbobu. Nə deyirik? Əbobun xassiyəsi nədir? Əgər bir ədəd digər ədədin bölənlidirsə, bunların əbobu həmin ədədlərin Kiçiyə, əbəb kiçiyə əkib böyüyə bərabər. Bəli, əkob olsaydı 6 olardı. Yəni cavab olacaq nə? C variantı. Aydındır? 38. Bəli. Variantlara baxın. Çünki variantda baxmayanda insan fikrində çox şey formalaşır, amma variantla işləyəndə daha rahat tapmaq olur. Demək, bu neçə idi? 38. 37-ni mən demişəmmi? Yox, 37-ni deməmişəm. Qoy bir dənə 37-ni də deyək. Hər şey tam olsun. Ə, 37-dən yenə birinci baxırıq A siyahısına, daha sonra da müraciət olanda defə baxacağıq. A-nın siyahısı verilib və burada for in A-dır. For in A-da qiymət alan i-dir. I gələcək A siyahısının elementlərini bir-bir götürəcək. Demək, birinci i bərabər olacaq 23-ə. I 23 olanda gələcək düşəcək if-ə. If-də sual verəcək ki, f funksiyasının 23, 10, bir dənə təyinata da fikir verin. 23 qalıq 10. Böyükdür 50-dən. Yəni bu nə deməkdir? 10-a böləndə. Mən burada onluq say sistemində əldən böyükləri çap eləyir. Necə? Onluq say sistemində əldən böyükləri çap eləyir. Bilmirəm. Baxaq bir dənə görə olacaq. 2, daha sonra da olacaq 3. Deyəcəm bunun dəyəri 50-dən böyükdür. Gəlirəm tapacam nəyi? F funksiyasının 2 və 3 qiymətini. F funksiyası 2 və 3 qiymətini ötürəndə bu qiymətdən ötürəcək 2 və 3-ə. Demək, f-in 2 və 3 qiyməti nə olacaq? X-in qiyməti 2, n-in qiyməti 3, s-in də qiyməti 1-dir. For nə olacaq? Forun yerinə qoyacam 3-ü. For 3 olanda i alacaq 1 və 2 qiymətini. 1 və 2 qiymətini alanda, demək, i birinci bərabər olacaq 1-ə. S də bərabər olacaq 1 vurulsun 1. Daha sonra i bərabər olacaq 2-yə. I 2 olanda s də bərabər olacaq nəyə? 1 vurulsun 1, 1 vurulsun 1 və vurulsun 2. Bu nə deməkdir? Faktorial. Faktorial oxşudur. Hə, faktorial. Bu bizə verəcək nəyi? Bu bizə verəcək 2-ni. Demək, f-in 3 qiymət verəcək 2-ni. Deyəcəm 2 50-dən böyükdür. Deyirik nə? Yox. Artıq neynədir? Demək, daxil edilmiş ədədin birinci və sonuncu qiymətlərini qaldıracam hara? Yuxarı f funksiyasına və f funksiyasına neyniyir? İkinci ədədin sayı qədər birinci ədədin nəyini tapır? Hə? Birinci ədədin faktorialını tapır. Başa düşən oldu, nə demək istədim? Baxın, 2 və 3 qiymətini daxil eləməmişdim, hə? Qiymətim nə oldu?
Birinci qiymətin bax 2-dir. Burada nəyi tapdım mən? Bu nə deməkdir? 2 faktorial tapdım. İndi bir dənə işləyim, indi ikinci dövrdə bax başa düşəcəksiniz. Ayan sən necə demişdin? I bərabər oldu 45-ə. İfdə də deyəcək ki, Onluq say sistemində 50-dən böyüklər götürür. onluq say sistemində 50-dən böyüklər bu necə olacaq ki? A, i/10, i/10 onluq say sistemində olduğunu göstərmir. Düz deyə onluq sayısı, amma o while-in içərisində olur da, belə də bu şərtdə olmur axı. O sən dediyin while-dadır, while-in içərisində olsaydı. Buradakı ki, f olacaq neçə? F olacaq 45, 45 bölünsün 10, daha sonra 45 faiz 10. Deyəcəm, bu böyükdürmü 50-dən? Demək, burada f olacaq, 45-i 10-a böləndə tam eləyəcək 4, 45-i 5-ə böləndə də qalıq eləyəcək 5, düzdür? Bu da böyükdürmü 50-dən? Bax, indi bura fikir verin. F-in bax 4-5 qiymətini tapanda x bərabər olacaq 4-ə, n də bərabər olacaq 5-ə, s də bərabər olacaq 1-ə, düzdür? For-da da nə olacaq? For-da da n-in yerinə gətirib qoyacağam 5-i. Bax, bu olacaq 5. N 5 olanda i hansı qiymətlər alacaq? i olacaq 1-dən 5-ə qədər. 1, 2, 3, 4. 4 oldu. İndi bir də s-in işləməsinə fikir verin. Bax, i birinci bərabər olacaq 1-ə. i 1 olanda s nə olacaq? S olacaq 1 vurulsun x. X-in qiyməti neçədir? Bir dəqiqə, mən yuxarıda bayaqkında 1-i x-a vurmamışam, 1-i götürüb i-yə vurmuşam. Burada s-i x-a vuracam. Burada olacaq s vurulsun 2, bu da 2. Bunu kvadratın qaldır deyə. 2 vur 2, 2-nin kvadratı. Yəni oldu 4. Düzdürmü? Buradan da gətirib 4 yazanda eləyəcək 4. F2 2-nin ikinci dərəcədən qüvvətini tapdı. Daha sonra da 45 olanda olacaq nə? i-ni vuracam, s-i vuracam x-a. Yəni 1-i vuracam 4-ə. Daha sonra i bərabər olacaq 2-yə. S bərabər olacaq nəyə? Hə, bildim. Birinci ədədi bax, elə ki, bu 2 deyil. Bax, bu 2 deyil. Bu tapacaq 2-nin ikinci dərəcədən qüvvəti. Bu 4 deyil. Bunu tapacaq 4-ün 4-cü dərəcədən qüvvəti. Hansı 50-dən böyükdürsə, həmin ədədlərin özünü çapa verəcək. Bax, S2 olanda S nəyə bərabər olacaq? 1 vurulsun 4, bir dənə vurulsun 4. Düzdür? Çünki həmişə bunu təkrar x-a vurur. X-in də ki, öz qiymətini dəyişmir. i bərabər olacaq, bax, 3-ə. S də bərabər olacaq nəyə? S-in əvvəlki qiyməti nədir? 1 vurulsun 4, vurulsun 4, vurulsun 4. 3 dəfə vurdum. i də bərabər olacaq 4-ə. S-in son qiymətini bir dənə vuracam 4-ə. S də bərabər olacaq. 1 vurulsun 4, vurulsun 4, vurulsun 4, vurulsun 4. Bu nə deməkdir? Bu 4 üstü 4 deməkdir. Baxın, birinci qiymət nədir? 4. Demək, bu nə verdi mənə? 4 üstü 4-dür. 4 üstü 4 də mənə necə verir? 256 verir də. 256. Gələm, burada da deyəcəm ki, 256 50-dən böyükdür. Deyirəm, hə. Hə olanda çapa gedəcək nə? Çapa gedəcək 45. Aydındır? Yəni 43 qiyməti çapa gedəcək, getməyəcək. Hə, uşaqlar? Gedəcək müəllimə. da çapa gedəcək. Bundan sonra hamısı çapa getməlidir. Amma cavabda 43 yoxdur. 23 getmədi. 2 üstü 2-ni tapdıq. 45-də tapdıq ki, hər dəfə təkrar x-i vurduq. Olanda, hə, 43 getməyəcək. Niyə getməyəcək? O bir dənə təyinatını tam bir dənə dərinləşdirsən. Bax, təyinatı bax budur. Bax, bir dənə təyinatına bir dənə fikir verin. Bax, f-in 4-5 qiymətində bu nəyi tapdı? 4-ün 5 plus birinci dərəcədən qüvvətini tapdı. Çünki niyə? Gətirib mən 5-i bura qoyanda i-nin qiymətlərini düzəndə, gördünüz 5-i götürmədi. I-nin qiymətlərini düzəndə, bax burada 1, 5 olmadı. Nəyə düzdük? Biz buradan götürdük 1, 2, 3, 4-ü. Yəni, buradakı qiymətə bir vahid aşağı. 43-ü niyə götürməyəcək? Bax, 43-ü parçalayacaq, bax burada. 43-ü parçalayacaq, bax, bura 43, burada 43 yazsam,
Bu mənə verəcək 4-ü, bu da mənə verəcək 3-ü. Düzdür? Gətir burada n-i yerinə 3 yazanda 1-dən 3-ə qədər hansı rəqəmlər var? 1 və 2 var. Bu gələcək 43-də. Baba bu 43 qiymətli. Gəlib tapacaq 4 üstü 3 minus 1-i. Yəni 4-ün kvadratını. 4-ün kvadratı da mənə verir 16. 16 da 54. 50-dən böyük deyil. Ona görə 43-ü çap etməyəcək. Aydındır? 67-də tapacaq 6 üstü 7 çıx 1-in qüvvətini. Yəni 6 üstü 6-nı. 6 üstü 6 təbii ki, nədir? 50-dən böyükdür. 65-də də tapacaq 6 üstü 5 çıx 1-i. Yəni 6 üstü 4, o da təbii ki, nədir? 50-dən böyükdür. 43-də yəni eyni ilə çap etməyəcək, 45-də çap eləyəcək. Ona görə olacaq A variantı. Bir dənə deyə görə bu təyinatla deyəndə belə başa düşdünüz? Yoxsa gedim bir-bir həll eləyim. Nə qaranlıq qaldı burada? Qalmadı. Yazın bunu. Təyinat anlamadım. Aydındır mənim. Təyinatı, mən dedim təyinatı başa düşdü amma. Digər uşaqlar, siz də başa düşdünüz? Bəli, müəllim. Yedi, 38-i demişdik. 40, 41, 43. 3 dənə sualımız qaldı. Burada 43 yoxdur yaxı. 43 var uşaqlar burada. 41 var. Bu 43-ü mənə İsmail hardan vermişsən 43-ü? Abi mən onu səhv yazmışam. Onu səhv yazmışam. Hansı nömrədir ki o elə? Var elə bir şey. Yoxdur, cavabı yazmışam. Çaşmışam, cavabı şey götürmüşəm. Sual kimi götürmüşəm. Demək, bu neçənci sualdır? 40-cı sualda səhv etmirəmsə. Aha, 40-cı sualda demək necə olacaq? Birinci başlayırıq hardan? Birinci başlayırıq K-dan. K nədir? K-da verilib ala-bala. Bu hissədən başlayırsınız. S ilə bərabərdir nəyə? Boş sətrə. Yaxşı. Demək, K verilib S bərabərdir boş sətir S-dən. Əsas S lazım. S bərabərdir boş sətir. For nə olacaq? For in K. Demək, I alacaq burada K-da K sətrindəki olan hərfləri bir-bir götürəcək. Demək, I birinci bərabər olacaq nəyə? I birinci bərabər olacaq A hərfinə. I A hərfinə bərabər olanda gələcəm S işləyəcəm. S bərabərdir boş sətir üstəgəlsin F funksiyasının A dəyərinin qiyməti. Gəlirəm, burada neyniyəcəm? Gələcəm, bura A-nı ələ qoyacam. A-nı qoyanda, demək, F funksiyasının A qiymətini tapanda X bərabər olacaq A-ya. Gələcəm birinci ifə. Birinci ifdə deyəcəm ki, A, A-ya bərabərdir, deyirəm, hə. Hə olanda artıq X bərabər olacaq nəyə? B-yə. Artıq F funksiyasının qiyməti nə oldu? Bu funksiyanın qiyməti B oldu. Elifə baxmırsınız. Gəlirəm, burada da nə yazacam? Burada da boş sətrin üstünə gəlib B-ni gələndə bərabər olacaq. Görüm, təyinatın kim tutacaq? Boş sətrin B gələndə olacaq B. Artıq S olacaq B-yə. Növbəti dövrdə artıq S-in qiyməti oldu B. I yeni dəyər alacaq. A-nı götürdüm. İndi bu dəfə götürəcəm L hərfini. L hərfini götürəndə gələcəm yenə S-ə. S-in əvvəlki qiyməti sətr tipində B. Üstə gəlsin F-in L qiymətinin dəyəri. Gəlirəm təzədən F funksiyasının L qiymətinin dəyərini işləyəndə deyirəm ki, X-in qiyməti bərabərdir. L-dir, bu B-yə çevrildi buradan.
x bərabər olacaq L-a, gələcək yuxarıda şərtdə def funksiyasına müraciət edirəm. Artıq bu dəfə x-in dəyəri nədir? X-in dəyəri burada L-dir. Deyirəm ki, if-də əgər L bərabərdirsə A-ya, L A-ya bərabərdir, deyirəm yox. O zaman gedirəm elifə. Elifdə də deyirəm ki, əgər L B-yə bərabərdirsə, x-i A ilə. L B-yə bərabərdir, deyirəm yenə yox. Artıq nə if-i, nə elifi ödədiyi üçün return elə x-in özünü qaytaracaq. Artıq bu olacaq elə L-in özü. Bu da mənə verəcək B üstə gəlinsin L. Bu da bərabərdir B L-a. Növbəti dövrdə S bərabər olacaq, bu dəfə A-ya bərabər olacaq. S A olanda gələcəm, S işləyəcəm. S də olacaq sətr tipində B L üstə gəlinsin F funksiyasının A dəyəri. F funksiyasının A dəyərini də yazanda x bərabər olacaq A-ya, x A olanda gəlib yoxlayacam ki, birinci if-də A hərfi bərabərdirmi B hərfinə? Yox, B nədir? A hərfinə bərabərdir, deyirəm hə. Hə olanda x bərabər olacaq B hərfinə. Artıq f-in A qiymətinin dəyəri bərabər oldu B-yə. Demək, bu hissənin qiymətini B tapdığıma görə birləşdirəndə, bunlar sətirlə sətir toplanında, bunlar birləşəcək, olacaq B, L, B. Nəsə başa düşdünüzmü buradan? Növbəti dəfə artıq götürəcəm nəyi? I bərabər olacaq B hərfinə. I B hərfinə bərabər olanda S də oldu nə? S də oldu B, L, B. Gələcəm, bunun üzərinə gələcəm F funksiyasının B sətrinin dəyərini. Demək, if x bərabər olacaq B-yə, if x B-yə bərabər olanda birinci ifi yoxlayacam. Birinci ifdə deyəcəm ki, B A-ya bərabərdir. Nə deyirik? Deyirik, yox. O demədiyi üçün getirirəm elifə. Elifdə deyirəm ki, B B-yə bərabərdir. Deyirəm, hə. B B-yə bərabər olanda o zaman deyir ki, F funksiyasının dəyəri, F funksiyasının x yəni bərabər olsun nəyə? X bərabər olsun A-ya, yəni B-nin də qiyməti bərabər olsun A-ya. Bu zaman bunları sətirlə sətirlə birləşdirəndə olacaq B, L, B, A. Təyinatı tutan oldu? Bax, sətrin özü yazıram. A, bax, Allah, ba, la, ba. Demək, A, bax, oldu B. Elə olduğu kimi L qaldı. A oldu B, B oldu A. Növbəti dəfə götürəcəm nəyi? A-nı götürəcəm. A-nı götürəndə gələcəm, yenə yoxlayacam yuxarıda. Demək, I bərabər olacaq A-ya. I A olanda S də bərabər olacaq nəyə? B. Amma A-ların yerinə B yazır. Sonra? Təkcə A-ların yerinə B yazır. Yoxsa B-lərdə A-nı əvəz edir? B-lərin yerinə də A yazır. B-lərin yerinə A. B-lərin yerinə A yazır. Mənim L-lər olduğu kimi qalacaq. A-ların yerinə B, B-lər yerinə A Bir yazacaq. A-na müqayisə eləyir. Bir B ilə müqayisə eləyir. Məsələn, götürəcəm A-nı, deyəcəm A A-ya bərabərdir, deyəcəm hə. Bir A-nın yerinə gedib B yaz. Yazdım. Sonra olacaq L, deyəcək L A-ya bərabərdir, deyirəm yox. L B-yə bərabərdir, deyirəm yox. Deyir L-nə işim yoxdur. Sonra yenə yazacam A-nı. A A-ya bərabərdir, deyirəm hə. Deyəcək yenə get bunu B ilə. Sonra götürəcəm B-ni. B A-ya bərabərdir, yox. Yaxşı, bəs B B-yə bərabərdir, deyirəm hə. Hərsə deyir onu A ilə. Axırda A-nı da eləyəcəm B. Bu doğrudur nə? Harada var bu? Harada var? Gedək, A variantında. Başa düşdünüz? Hə? Bəli. Çətindir. Müəllim. Çətindir. Bircə olur, hə. O mənim də uşağım var. Nə yazsan deyəcək çətindir. Sonra qaldı hansı sualımız? Qaldı bir dənə sonuncu sualımız. Reverse.
List. Nə maraqlıdır o. Nəsə mənim reverse-dən xoşum gəlir. Reverse nə iş görürdü? Tərsinə düzür. Ay, sağ ol. List. Siyahı Siyah. çevirirdi. Sort. Toplayırdı. Sort. Hı? Demək, A sətri verilib. A sətrinin dəyərləri 12, 34, 567 və 122-dir. For in, bax bu isə nə deməkdir? A split. A split gələcək bu A sətrini çevirəcək siyahıya. Siyahıya çevirəndə olacaq 12, 34, 567 və 122. Oldu mu? Hər dəfə i gələcək. Bax, bunları bir-bir götürəcək. Demək, i birinci bərabər olacaq 12-yə. 12 olanda gələcək printə. Printə deyəcək nə? STR. Bu STR uşaqlar siyahının adıdır ya. Sətir tipi deyil. STR i olanda nə edəcəm? STR i olanda qalxacam yuxarı. Olacaq STR, yəni 12. Bax, bu siyahına qaydıram STR siyahısına. X list olacaq. Mən bunun tərsinə siyahı kimi düzələcəyəm. Ay, da verilmiş C variantı. düzələcək, bəli. Demək, gələcək sonra X-a. Bax, demək bu olacaq 12. List nə edəcək? List bunu çevirəcək siyahıya. 1 və 2-yə. Reverse bunu tərsinə fırladacaq. Olacaq 2 və 1. Join bunu tərsinə birləşdirəcək. Hardan? Boşluqlardan. Bu olacaq neçə? 21. Və 21-i qaytaracaq siyahının özünə. Deyəcək 12 vermişdim, mən də sənə 21 qaytardım. Qaytardı 21-i. Demək, 12 oldu nə? 12 oldu 21. Sonra i bərabər olacaq 34-ə. I 34 olanda x birinci bərabər olacaq 3 və 4-ə. Sonra bunu reverse eləyəcək. Reverse eləyəndə artıq x bərabər olacaq, x siyahısı olacaq 43. Bunu join eləyəcək. Join də bunu verəcək bizə 43 kimi. O zaman deyəcək ki, 34-ün dəyəri də nə oldu? 34-ün dəyəri də olacaq 43. 567-nin dəyəri olacaq 765. 122-nin dəyəri olacaq 221. Verilən ədədlərin hamısı nə nədir? Tərsinə çevirdi. Tərsinə çevirəndə olacaq nə? A variantı. Aydındır? Beləliklə 11.7-nin biz çox demək olar ki, çox suallarının hamısının bir-bir izahlarına baxdıq.